Salam bir daha. Mən ekranı indi paylaşıram sizə. Bir proqram vasitəsilə mən sizə izah edəcəm buradakı hissələri. Səsim sizə aydın eşidilir? Bəli. Tamam. Bəli. Ekranda görə bilirsiniz. Görünür. Deməli başlayaq. Mən ilk öncə sizlərə sümüyün quruluş növləri haqqında məlumat vermək istəyirəm. Düzdür, bunları keçmisiniz. Yəni Aynur müəllimə sizə keçib, lakin ilk başda belə bir məlumat verim ki, yenidən yadınıza düşsün. Ümumiyyətlə biz sümüyün quruluş növlərindən danışanda qısa sümük, yəni sümüyün quruluş növləri 4 növdür. Qısa sümüklərimiz var, qarışıq sümüklərimiz var, uzun borlu sümüklərimiz var və yastı sümüklərimiz var. Mən sizə uzun borlu sümükləri burada bir-bir göstərmək istəyirəm ki, belə təsəvvürünüz yaransın və görəsiz bunu. Deməli, ilk öncə başlayaq. Bizim yuxarı ətrafın deməli, mən ətrafları başqa bir gün danışacağam. Ona görə ətraflardan çox da məlumat verməyəcəm. Sadəcə belə qısa formada deyəcəm. Bizim yuxarı ətrafın sərbəst hissəsi var, bir də qurşaq hissəsi var və bizim uzun borlu sümüklərimizə yuxarı ətrafın sərbəst hissəsindən burada göstərdiyim, baxın, bir bazu sümüyü aiddir. Burada göstərdiyim bu belə sanki işıq saçan bir sümük, bu bazu sümüyü aiddir. Daha sonra isə aşağı doğru düşsək, aşağıda bizim burada 2 dənə sümük göstərilib bizə. Bu 2 dənə sümüyə biz ad verəcəyik əlbəttə. Yəni biz birazdan, yəni daha doğrusu növbəti dərs ətraflardan danışanda bu 2 sümüyün ayrı-ayrılıqda adını deyəcəyik. Lakin indi isə biz bu sümüklərə sait sümükləri kimi qeyd eləyək. Yəni zaten sait sümüyünə aid olan sümüklərdir və biz qeyd edirik ki, artıq bizim tutaq ki, bir ətrafımızın, tutaq ki, yuxarı ətrafın sağ hissəsində bizim 3 sümüyümüz olmuş olacaq. Yəni bizim bir bazu sümüyümüz, 2 sait sümüyümüz və bizə burada göstərilən bu yuxarıdakı bazu, yəni qolunuzu açsaz, qolunuzu yuxarı doğru açanda bu ilk gələn sümük, sanki oynaq hissədən başlanğıc götürən sümük adlanır sizin bazu sümüyünüz, bu işıq saçan sümük. Sonra isə aşağıda bayaqları göstərdiyim bu aşağı hissədə isə baxın, burada aşağı doğru 2 dənə sümüyünüz artıq sizin sait sümükləriniz olmuş olacaq. Daha sonra, yəni bizim uzun boru sümüklərimizdən danışanda deməli bazu sümüyü, daha sonra sait sümüyü və davam eləyək, düşək aşağı doğru. Onları da göstərim sizə. Aşağı doğru baxsaq, deməli baxın, sizin burada bud sümüyünüz var, hansı ki sizin uzun borlu sümüyünüzə aiddir. Baxın, burada bud sümüyü var. Daha sonra aşağı düşsək, burada da eyni şəkildə 2 sümük görəcəksiniz bud sümüyündən sonra. Biz bu 2 sümüyə ayrı-ayrılıqda ad verəcəyik, amma ətrafları keçəndə. İndi ağlınız qarışmasın deyə demirəm. Bu 2 sümüyünüz də sizin baldır sümüklərinizə aiddir. Yəni, siz belə götürün. Bizim uzun borlu sümüklərimizə nələrə aid oldu? Bazu, daha sonra sait, belə gözünüzdə canlandırın. Bazu, daha sonra sait, aşağıya keçirəm. Bud və baldır sümükləri. Aydındırmı? Bəli. Sonra qarşı, bu arada yəni nəsə aydın olmasa sözümü kəsib deyə bilərsiniz əlbəttə hər zaman. Daha sonra keçək qarışıq sümüklərə. Qarışıq sümüklərimiz bizim, yəni ilk öncə gəlin buradan göstərim. Bizim körpücük sümüklərimiz var, körpücük sümükləri. Deməli, buradan göstərim sizə. Burada düzü düşməyib. Deməli, bizim, gəlin onda döş sümüyünü deyək birinci. Bu ortada işıq saçan sümük var, görürsünüz. Bu ortada işıq saçan sümük adlanır bizim döş sümüyümüz. Belə oxla da bu göstərirəm sizə. Bu bizim döş sümüyümüzdür. Yəni düzdür. O zaman yastı sümüklərdən danışaq. Yastı sümüyümüz, yəni yastı sümüklərimizə aiddir. Bu ortada belə rəng çalan döş sümüyü. Daha sonra bizim qabırğalarımız, qabırğa deyəndə nəyi nəzərdə tuturuq? Baxın, burada bu gəlib döş sümüyünə birləşən hissələri, sümükləri görürsünüz. Baxın, yuxarıdan başlasaq, bu 1, daha sonra aşağı 2, sonra 3. Yəni 3 dediyim, daha doğrusu 3 cütdür də. Yəni gəlib buradan, biri buradan birləşir, digəri də buradan birləşir, olur 3 cüt. Yəni gəlib bu döş sümüyünə birləşən buradakı sümüklər adlanır nə?
qabırğalarınız. Deməli sizin qabırğalarınız, daha sonra döş sümüyü, daha sonra çanaq sümüyünüz. Gəlin onu göstərim sizə burdan, çanaq sümüyünüzü. Aha. Çanaq sümükləriniz baxın bunlardır. Bircə dəqiqə. Bu aşağıdan gəlib birləşən bu çanaq sümükləriniz 2 ədəddir daha doğrusu. Bu çanaq sümükləriniz, eyni zamanda sizin kürək sümükləriniz, kürək sümüklərinizi də sizə göstərim. Digər tərəfdə olmalıdır. Kürək sümüyünü nəyə görə burada verməyiblər? Bircə dəqiqə. Aha. Deməli, sizin burada göstərilən, baxın, bu hissə adlanır sizin kürək sümüyünüz. Digər tərəfdə də veriblər. Bu hissədə burada göstərilən bu hissə də sizin kürək sümüklərinizdir. Deməli, qabırğalarınız, daha sonra çanaq sümükləriniz, çanağı da göstərdim sizə, döş sümüyünü də göstərdim sizə, kürək sümüklərini də göstərdim sizə, kəllə qutusu sümükləri. Mən birazdan sizə zaten kəllə qutusundan danışacağam deyə onları orada göstərəcəm. Yəni sizin kəllə qutusu sümükləriniz, eyni zamanda diz qapağı sümükləriniz, diz qapağı müəllimə deyib deyə mən də qeyd edirəm, amma dedi düşmə ehtimalı azdır, amma yenə də biz deyək ki, deməli sizin həmin bu diz qapağı sümükləriniz də sizin yastı sümüklərinizə aiddir. Bayaqlar elə qarşıma birbaşa döş sümüyü çıxdı. Mən də ona görə dedim ki, yastı sümükləri deyim birincisi. Burada axtarıram deməli diz qapağı sümüyünü. Onu da sizə göstəreyim. Aydın olsun. Baxın, diz qapağı da budur. Bu sanki bu birləşdirən elə bir ki, bizim bud sümüyümüzü, bir də baldır sümüyümüzü bir-birinə birləşdirən, baxın burada bir balaca bir sümük var. Bu da sizin diz qapağı sümüyünüzdür. Deməli, bir daha gedirik. Bizim yastı sümüklərimizə aid oldu. İlk öncə elə sizə göstərdiyim yerdən belə gözünüzə gətirin. Mən ilk öncə sizə döş sümüyünü göstərdim, düzdür? Döş sümüyünüz ora aiddir. Daha sonra qabırğalarınız ora aiddir, düzdürmü? Qabırğalarınız, döş sümüklərinin o müəyyən hissəsi gəlib birləşir deyə döş sümüyünə. Həmin o qabırğalarınız, daha sonra belə düşün aşağı çanaq sümükləri deyin. Ondan sonra düşün aşağı deyin diz qapağı sümüklərimiz. Sonra yuxarı qalxa bilərsiniz, ən yuxarı kəllə qutusu sümüklərimiz. Bir də ki, aid nə qaldı? Kürək sümüklərimiz qaldı. Yəni bunları aid edirsiniz. Daha sonra bizim qısa sümüklərimiz var. Qısa sümüklərinə də əl biləyi deyəcəksiniz. Əl biləyi, hara getdi bu? Bilək sümüklərinizə aid edəcəksiniz. Daha sonra eyni zamanda ayaq pəncəsinə aid edəcəksiniz. Mən bunu sadəcə bu şəkildə deyirəm. Ətraflarda sizə onu danışacağam deyə çox da uzatmıram. Yəni yadda saxlayırsınız ki, qısa sümüklərinizə aiddir əldəki olan o bilək sümükləriniz, yəni əl daraq arxası, əl pəncəsi və ayaq pəncəsini aid edə bilərsiniz. Yəni əl pəncəsi sümükləriniz, bir də ki, ayaq pəncəsi sümükləriniz aiddir qısa sümüklərinizə. Daha sonra qarışıq sümüklərdən danışaq. Qarışıq sümüklərinizə aiddir körpücük sümüyünüz. Baxın, körpücük sümüyünü bayaqları bu çıxmamışdı, burada göstərim sizə. Baxın, burada bizə göstərilən, bu indi sizə göstərəcəm o sümüyü. Baxın, burada
bu sanki indi işıq saçacaq sanki bu sümük. Bu sizin körpücü sümüyünüzdür. Körpücü sümüyünüz sayılacaq qarışıq sümük. Eyni zamanda üst sümükləri, birazdan mən sizə üst sümüklərindən danışacağam. Orada onu göstərəcəm deyə indi demirəm. Yəni onlar aiddir sizin qarışıq sümüklərinizə. Bir də bu onurğa sütununuzdakı olan fəqərələriniz aiddir qarışıq sümüklərinizə. Baxın bu hissədəki olan sümükləriniz. Bu sizin ümumiyyətlə sümüyün qurursa növləri idi və başlayaq yavaş-yavaş ümumiyyətlə biz danışaq kəllə qutusu sümüklərindən. Ümumiyyətlə daha doğrusu kəllə skeletindən danışaq. Kəllə skeleti biz iki hissəyə bölürük. Bir aiddir kəllə qutusu sümükləri, bir də aiddir üz hissəsi. Yəni üz şöbəsi aiddir, bir də kəllə qutusu aiddir. Deməli başlayaq. İlk öncə kəllə qutusundan danışaq. Kəllə qutusunda ümumiyyətlə hansı sümüklərimiz mövcuddur? Baxın, sizin burada bu göstərilən bu böyük hissə var. İndi işıq yanıb sönür sanki o hissədə. Baxın, bu hissəniz adlanır alın sümüyünüz. Alın. İlk hissədə gəlin. Daha sonra mən bunu belə çevirirəm. Baxın, bu eşitmə mərkəzi deyirdik biz. Bura bizim qulağımızdır. Qulağımızın üst hissəsində gicgah payı var. Baxın, bu işıq saçan hissə gicgah payı var. Hansı ki bizim gicgah sümüyümüz mövcuddur orada. Daha sonra bu gicgah sümüyü həm bu hissədə var, həm də ki bu hissədə də var. Yəni gicgah sümüyümüz 2 ədəddir. Amma alın sümüyümüz isə 1 ədəddir. Düzdürmü? Daha sonra keçdim mən. Yuxarı doğru gəlirəm. Yuxarı doğru gələndə burada bir dənə təpə sümüyümüz mövcuddur və yanında da bir dənə təpə sümüyü mövcuddur. Ümumi 2 dənə təpə, 2 gicgah, 1 alın. Və arxaya doğru gəldiyim zaman burada bir dənə ənsə sümüyümüz var. Yəni bizim bir ənsəmiz oldu, bir alnımız oldu, daha sonra 2 təpə sümüyümüz oldu və 2 gicgah sümüyümüz oldu. Və kəllə qutusu sümüklərinə 2 dənə əlavə sümük də deyəcəm. Yəni əlavə deyəndə ki, müəllimə bunu qeyd edib deyə mən də deyirəm. İndi bircə dəqiqə mən açım, göstərim sizə. Xəlbir və əsas sümükləri. Baxın, bu daxildə bu ortada yerləşən, bu kəpənək formalı olan, baxın, elə bir bu bizim skeletimizdir. Yəni kəllə qutusudur bizim. Kəllə qutumuzdur və kəllə qutusunun daxilində baxın, burada nə var? Deməli, bu əsas sümükdür. Kəpənək formalıdır və əsas sümükdür. Amma daxildə isə baxın burada göstərilən əsas sümükdən biraz öndə yerləşən bu sizin xəlbir sümüyünüzdür. Bunları bu şəkildə göstərdim. Daha sonra keçək, yəni daha doğrusu keçməyək. Yəni gəlin bunun birləşmələrindən danışaq. Daha sonra isə keçid eləyərik, bir-bir danışarıq bizim üç şöbəmizdəki olan sümüklərdən. Deməli, ilk öncə gəlin alın sümüyünün birləşmələrindən danışaq. Alın sümüyü haqqında danışaq. Burada açıram. Rəngli olan hissədə deyim, o daha yaxşı olsun. Aha. Burada bizdə bənövşəyi, belə mavimsi, bənövşəyi rəngdə olan sümüyümüz adlanır bizim alın sümüyümüz. Və alın sümüyü nə ilə birləşir? Alın sümüyü nə ilə birləşir? Baxın, alın sümüyü gəlir bu yuxarı hissədən, burada təpə sümüyü yerləşirdi onun üstündə. Təpə sümüyü ilə birləşir. Təpə sümüyü necə bir sümüyüdür? Kəllə qutusu sümükləri biz demişdik ki, yassı sümük, düzdür? Yəni təpə sümüyü ilə birləşir, yassı sümüyü ilə birləşir. Eyni zamanda digər təpə ilə də birləşir. Yəni iki təpə ilə birləşir. Daha sonra nə ilə birləşir? Baxın, gicgahla birləşirmi? Xeyr. Bu bizim alnımızdır, amma buradakı göstərilən bizim gicgah sümüyümüz. Yəni gicgah sümüyü ilə birləşmir. Amma nə ilə birləşir? Almacıq sümükləri ilə birləşir. Birazdan bunlardan danışacağam yenə də. Bu bizim almacıq sümüyümüzdür. Gəlir almacıq sümüyü ilə birləşir. Daha sonra bu biri tərəfdə də almacıq sümüyümüz mövcuddur. Baxın, gəlir bu bizim alın sümüyümüz bu aşağıdan almacıq sümüyü ilə birləşmə əmələ gətirir. Daha sonra yəni biz ümumiyyətlə burada burun sümükləri ilə də birləşmə əmələ gətirdiyini qeyd edəcəyik. Burada burun sümükləri var. Amma yəni sizə tam belə düşmür də. Yəni sadəcə burun sümükləri olaraq yəni öyrənin. Yəni biz qeyd elədik ki, alın sümüyü həm təpə, yəni qutuda olan sümüklərlə, kəllə qutumuzdakı olan sümüklərlə, yəni bizim bu təpə sümüyümüzlə birləşmə əmələ gətirir, həm də qutudan kənar üst sümükləri ilə, yəni almacıq və burun sümükləri ilə. Baxın, aşağıdan biz bayaqları göstərdik. Gəldi almacıq sümüyü ilə birləşmə əmələ gətirdi. Bu biraz böyətmə çətin olur. Deməli, almacıq sümükləri ilə birləşmə əmələ gətirdi. Eyni zamanda gəlir bu hissədən burun sümükləri ilə də birləşmə əmələ gətirir, amma ehtiyac yoxdur. Sadəcə yadda saxlayın ki, burun sümükləri, deməli, qutudan kənar üst sümükləri, almacıq və burun sümükləri ilə birləşmə əmələ gətirir. Bu alın sümüyümüzdür. Alın sümüyü haqqında nəsə qaranlıq qaldımı sizdə?
Tamam. Daha sonra keçid eləyək təpə sümüyü haqqında. Burdan niyə çıxdım? Təpə sümüyü haqqında danışaq. Deməli, bu bizim yuxarıda bayaqları göstərdiyim təpə sümüklərdir, düzdürmü? Bu yaşlı rənglə göstərdiyimiz. Təpə sümüyü ümumiyyətlə bir təpə sümüyündən danışaq hələ ki. Deməli, bir təpə sümüyü nə edir? Gedir digər təpə ilə birləşir. Gedir digər təpə ilə birləşir. Öndən gedir alın sümüyü ilə birləşir. Arxadan gedir, baxın, arxadan gedir ənsə sümüyü ilə birləşir. Ənsə sümüyü bir dənə sümüyümüz idi, düzdürmü? Alın sümüyü də bir dənə sümüyüdür. Daha sonra yandan gedir, nə ilə birləşir? Gicgahla birləşir. Və təpə sümüyü yeganə sümükdür ki, yalnız, daha doğrusu təpə sümüyü bəli, yeganə sümükdür ki, yalnız qutu sümüklə, yalnız yəni təpədəki olan o kəllə qutusundakı olan sümüklərlə birləşməmələ gətirir. Yəni yassı sümüklərlə birləşməmələ gətirir. Gördük ki, bir də deyirəm, bu bizim təpə sümüyümüzdür. Təpə sümüyü gedir öndən alından birləşməmələ gətirir. Yandan digər təpə ilə birləşməmələ gətirir. Arxadan necə birləşir? Ənsə ilə birləşir. Yandan gedir gicgahla da birləşir, yəni aşağı hissədən. Və qeyd edirik ki, ümumiyyətlə kəllə qutusundakı olan o sümüklərin birləşmələri hərəkətsiz birləşmələrdir. Biraz böyəltsəm, diqqətlə baxın, görün ki, burada sanki tikişlərlə birləşiblər bir-birlərinə. Yəni hərəkətsizdirlər. Tikişlərlə bir-birlərinə birləşir. Daha sonra keçək, yəni bir də kəllə qutusu sümükləri yassı sümüklər olduğu üçün təpə sümüklərdə yalnız yassı sümüklərlə birləşməmələ gətirilmiş oldu. Daha sonra keçək gicgah sümüyü haqqında danışaq. Baxın, burada göstərdiyim gicgah sümüyüdür və mən bir gicgahdan danışacağam. Bir gicgah sümüyü nə edir? Gedir yuxarıdan bu hissədən təpə ilə birləşməni əmələ gətirir. Daha sonra gedir yan tərəfdən, bu daha doğrusu arxa tərəfdə yerləşən ənsə sümüyümüzlə birləşməmələ gətirir. Daha sonra bu bizim gicgah sümüyümüz nə edəcək? Ənsə sümüyü ilə də birləşməmələ gətirir. Ənsə sümüyü ilə də. Bir də almacığı deyə bilərik. Bir dəqiqə, mən bunu çevirə bilmirəm. Baxın, burada bizə göstərilən bu hissə bizim almacıq sümüyümüzdür. Və bu bizim gicgahımızdır. Bu gicgah gedir buradakı almacıq sümüyü ilə birləşmə əmələ gətirir. İndi nə baş verdi? Biz dedik ki, bizim bir təpə sümüyümüz getdi. Bir gicgah sümüyümüz getdi yuxarıdan təpə sümüyü ilə birləşməmələ gətirdi bu hissədə. Sonra getdi bu tərəfdə ənsə sümüyü ilə birləşməmələ gətirdi. Və bir də gedir yan tərəfdən almacıq sümüyü ilə birləşməmələ gətirir bu hissədən. Bir də nə ilə birləşməmələ gətirəcək? Alt çənə ilə birləşməmələ gətirəcək. Burada mən bunu niyə axırda saxladım? Çünki burada oynaq məsələsi var və mən sizə onu göstərmək istəyirəm. Oynaq dediyimiz ümumiyyətlə, yəni biri var, oynaq ümumiyyətlə nə deməkdir? Yəni burada oynaq başı, bir də oynaq çuxuru olan hissədə oynaq əmələ gətirir. Oynaq başı harda olur, oynaq çuxuru harda olur? Yadda saxlayırıq ki, oynaq başı hərəkətli sümükdə olur. Alt çənə sümüyü. Yəni biz alt çənəmizi hərəkət elətdirə bilirik. Amma bu gicgah hissə tərpənmir ki, yəni biz danışanda bizim gicgahımız tərpənmir. Bizim tərpəndiyimiz hissə və ya yemək yeyəndə və ya danışanda tərpənən hissə bizim alt çənə sümüyümüzdür. Və bu alt çənə sümüyündə buna görə də, yəni belə yadda saxlayın həmişə, deyin ki, bizdə ümumiyyətlə oynaq o zaman əmələ gələr ki, orada oynaq başı olsun və oynaq çuxuru olsun. Oynaq başı da hərəkətli olan sümükdə olur. Oynaq başı hərəkətli olan sümükdə olur. Oynaq çuxuru isə hərəkətsiz olan sümükdə olur. Oynaq başı, yəni nəyə görə hərəkətli olan sümükdə olur? Çünki sən danışanda və yeyəndə sənin alt çənən tərpənəcək. Çünki oynaq başı var. Bu burada sürüşəcək, yəni. Ona görə də, yəni bağlarla birləşir bu gicgah sümüyünə. Nəticədə bu alt çənə gəlib öz oynağı ilə gicgahdakı olan bu göstərilən bu oynaq çuxurunda, hətta gəlin biz bu sümüyü buradan çıxaraq o oynaq çuxurunu da sizə göstərək. Baxın, gəlib burada bir oynaq çuxuru var. Gəlib buna birləşir. Daha sonra, yəni bizə sual versələr ki, bunun həm qutudan kənar, həm də qutudakı olan birləşməsi varmı? Deyəcək ki, bəli. Yəni qutudakı olan birləşməsi gedib təpə ilə, bir də ki, ənsə ilə birləşdi. Yəni bu arxadakı ənsə ilə birləşir, yuxarıdan təpə ilə birləşir. Bir də ki, qutudan kənar birləşmə isə yəni gicgah sümüyündən danışırıq da, bəli. Deməli, alt çənə ilə birləşməmələ gətirdi. Daha sonra bu alt çənəni mən buradan sildim. Baxın, alt çənə ilə birləşməmələ gətirdi. Həmçinin gedir bu yandan almacıq sümüyü ilə birləşməmələ gətirdi. Nəticədə
qutudan kənar, almacıq və alt çənə sümüyü ilə birləşmə əmələ gətirmiş oldu. Yadda saxlayırıq ki, almacıq və alt çənə sümükləri bizim qarışıq sümüklərimizdir. Təpə və ənsə sümüklərimiz də bizim yastı sümüklərimizdir. Mənə sual versək ki, gicgah gedib alınla birləşmə əmələ gətirirmi? Baxaq. Bizim alnımız buradadır, gicgahımız buradadır. Yəni heç bir şəkildə bunlar gedib birləşmirlər. Yəni birləşmə əmələ gətirmir mənasındadır. Daha sonra ənsə sümüyümüzə keçidək. Ənsə sümüyümüz ümumiyyətlə baxırıq. Yuxarıdan gedib təpə sümükləri ilə hər ikisi ilə birləşir. Baxın, iki təpə sümüyümüz var. Bu ənsə sümüyümüz gedir hər ikisi ilə də birləşmə əmələ gətirir. Daha sonra aşağıdan mən onu göstərəcəm indi birazdan sizə şəkildə o tam aydın olsun. Daha sonra gicgahla da birləşmə əmələ gətirir. Buradakı gicgahla da birləşir və digər tərəfdəki olan gicgahla da birləşmə əmələ gətirir. Bir də gəlin bu tərəfdən göstərim mən sizə onu. Tam dəqiq aydın olsun. Aha. Burada var. Yoxdur. Bir dəqiqə. Bu bizim yuxarıdakı olan ənsəmizdir, bu hissə. Gəlir birinci boyun fəqərəsi ilə. Baxın, bu bizim birinci boyun fəqərəmizdir. Gəlib onunla birləşmə əmələ gətirmiş olacaq. Aydındırmı? Və eyni zamanda biz orada bizə məsələn sual verə bilər ki, hərəkətli birləşmədirmi? Bəli. Nəyə görə hərəkətli birləşmədir? Belə qeyd edəcəyik. Çünki bizim bu hissədə, baxın, bu hissədə bizim oynaq çuxurumuz var. Bizim birinci boyun fəqərəmizdə də oynaq olmuş olacaq da. Yəni o şəkildə oynaq başı olmuş olacaq, üzülü sayın. Oynaq başı olmuş olacaq. Burada da, yəni bizim ənsə sümüyümüz hərəkətsiz birləşmədir axı. Bizim ümumiyyətlə kəllə qutusu sümüklərimiz hamısı hərəkətsizdir. Burada hərəkətsiz sümük olduğu üçün oynaq çuxuru var. Amma bizim birinci boyun fəqərəmiz deyəcək ki, deməli oynaq başı var. Ona görə də bunlar hərəkətli birləşmə əmələ gətirmiş olacaq. Amma hərəkət edən bizim ənsə payımız deyil, yəni da üzrlü sayın ənsə payı dediyim, daha doğrusu ənsə sümüyü deyil. Bizim yəni ənsə payının üzərinə ənsə sümüyü örtür də, yəni o şəkildə. İndi biz dayaqdan danışırıq. Yəni bizim hərəkət edən hissəmiz birinci boyun fəqərəsi olmuş olacaq. Və bu da bizim ümumiyyətlə kəllə qutu sümüklərimiz idi. Daha sonra biz keçib danışa bilərik. İndi mən sizə burada göstərəcəm nəyi? Üz sümükləri haqqında bir dənə danışaq. Ondan sonra davam eləyək. Üz sümükləri. Aha. Deməli, üz sümüklərimiz hansılardır? Bizim burun sümüklərimiz var. Burun sümüklərimiz. Yəni biz yadda saxlayırıq ki, bizim 2 ədəd burun sümüyümüz var. Daha sonra bizim 2 ədəd almacıq sümüklərimiz var. Baxın, bir almacıq, bu da ikinci almacıqdır. Bizim 2 ədəd üst çənə sümüyümüz var. Baxın, bu aşağıdan bu bir dənə bizim deməli burada üst çənə sümüyümüz 1 ədəd, bu da ikinci üst çənə sümüyümüz mövcuddur. Bir də aşağıdan alt çənə sümüyümüz mövcuddur. Bu da 1 ədəddir. Yadda saxlayırıq ki, 2 ədəd burun sümüyümüz mövcuddur. 2 ədəd almacıq sümüyümüz mövcuddur. Bayaqlarda göstərdim almacıq sümükləri. 2 ədəd üst çənə sümüyü mövcuddur. 1 ədəd isə alt çənə mövcuddur. Alt çənə də gedib gicgahla oynaq əmələ gətirirdi. Baxın, oynaq. Bayaqlarda bunu göstərdim. Deməli, bu bizim kəllə qutusu haqqında, yəni kəllə skeleti haqqında sümüklərimiz oldu və bir də bizə məsələn üçün sorulsa ki, kəllə skeletində nə qədər sümük var? İndi bir dənə təkrar eləyək. Kəllə qutusu sümüklərimiz, ümumiyyətlə kəllə skeleti 2 yerə bölündü. Kəllə qutusu bir də üz hissəsi. Kəllə qutusunda bir alın oldu, bir alın. Bayaqlarda göstərdim ön tərəfdə. Yəni mən deyərək siz canlandırsanız beyninizdə daha yaxşı olar. Bir dənə alnınız oldu, 2 dənə üstdən təpəniz oldu. Bir dənə arxadan ənsəniz oldu. Yandan 2 gicgahınız oldu. Bir əsas sümüyünüz oldu. Hansı ki o kəpənək formalının önündə idi. Daha doğrusu üzr istəyirəm. Kəpənək formalı bizim əsas sümüyümüz idi. Amma xəlbir sümüyü kəpənək formalının ön tərəfində idi və hərəsi də 1 ədəd idi. Yəni ümumi olaraq deməli 5, 7 ədəd olmuş olur da. Bəli, 7 dənə deməli bizim kəllə qutusu sümüyümüz var. Və
Daha doğrusu 8 ədəd oldu. 8 ədəd üzrün sayın. Bir də xəlbi sümüyünü saydıq. Ümumi 8 ədəd. Deməli, 1 alın sümüyü, 2 təpə sümüyü, 2 gicgah sümüyü, 1 ənsə sümüyü, 1 əsas sümük, bir dənə də xəlbi sümüyü. Oldu bizim 8 sümüyümüz. Üst hissəsindən danışanda isə sizin 2 dənə burun sümüyünüz oldu, 2 dənə almacıq sümüyünüz oldu. Deməli, 2 dənə üst çənə sümüyünüz oldu. Deməli, bir dənə də alt çənə sümüyünüz oldu. Ümumi olaraq isə siz üst hissəsində biz hamısını deməsək də, yəni bizə bu şəkildə qeyd olunur ki, 15 sümüyünüz olmuş olacaq. Yəni ümumi olaraq 15 plus 8 23 dənə sümüyünüz var. Əsas düşə biləcək hissələr, yəni çox da düşməz, amma müəllimə bizə bu şəkildə qeyd elətdirib deyə. Yəni o da dedi ki, çox da düşən hissələr deyil, amma yəni bu şəkildə biz bunu yadda saxlayırıq. Sizin üst hissənizdə 15 sümüyünüz var. Hamısından danışmırıq. Yəni ehtiyac yoxdur, çünki dərslik verməyib. Və qalan 8 sümüyünüzü kəllə qutu sümüyünüzdür. Toplayanda 23 dənə sizin kəllə skeletinizdə sümük olmuş olacaq. Və daha sonra nədən danışaq? Ümumiyyətlə, bəli, bunlar bitdi. Onurğa sütunundan sizə danışmaq istəyirəm. Bir də döş şöbəsi demişdim də. Aha, başlayaq onurğa sütunundan. Sizin bu hissədə nəsə sualınız varmı? Xeyr. Burada yaxşı bir dənə şəkil. Bu yaxşıdır. Aha, gəldik onurğamıza. Deməli, biz ümumiyyətlə gövdə skeletindən danışanda qeyd edirik ki, bizim gövdə skeletimiz onurğa sütunundan ibarətdir. Yəni, burada göstərilən, buradan bura qədər aşağıya doğru göstərilən o bütün fəqərələr sizin adlanır onurğa sütununuz aşağıya qədər, büzdümlə daxil olmaqla. Bu aşağıya qədər. Adlanır sizin onurğa sütununuz. Bir də sizin döş qəfəsiniz var. Yəni, bu tam verməyib, düzdür burada. Birazdan buna ətraflı zaten deyəcəm. Bir də burada döş qəfəsiniz var ki, bu da sizin gövdə skeletinizə aid olan sümüklərdir. Deməli, sizin onurğa sütununuzda ümumi olaraq 33-34 fəqərə ola bilər. Yəni, bunları gəlin bir-bir deyək. Nədir bu fəqərələr? Ümumiyyətlə, sizin onurğa sütununuz 5 şöbədən ibarətdir. Hansı şöbələrdə var? Deməli, birinci odur ki, boyun şöbəsi. Gəlin, bir-bir göstərək. Boyun şöbəsində neçə fəqərə olur? 7 boyun fəqərəsi olur. Yuxarıya doğru, deməli. Baxın, bu yuxarıda göstərilən, bu birinci gələn, sizin adlanır nəyiniz? Birinci boyun fəqərəniz. Hansı ki, bu birinci boyun fəqərəsi gedib yuxarıdan ənsə payı ilə hərəkətli birləşmə əmələ gətirirdi. Ənsə sümüyü ilə, ənsə payı deməyin, ənsə sümüyü deyin. Çünki ənsə payı deyil o, ənsə payının üzərində ənsə sümüyü var. Mən səhvən dedim onu. Yəni, ənsə sümüyünüzlə gedib birləşmə əmələ gətirmiş olacaq. Daha sonra, bu sizin ikinci boyun fəqərəniz. İkinci boyun fəqərəsi yuxarıdan birinci boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. Baxın, bundan gedir birləşmə əmələ gətirir. Yuxarıdakı ilə, bu hissə ilə. Gedib üçüncü boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. Bu sizin üçüncü boyun fəqərənizdir, bu sizin dördüncü boyun fəqərənizdir, bu göstərilən bu aşağıda, baxın, bu 5-ci boyun fəqərənizdir, bu 6-dır, bu da 7 olmuş olacaq. Artıq bu aşağı hissə, baxın, zaten belə məlumatınız var ki, döş fəqərələri gedib, bu döş fəqərələrinə gəlib bu qabırğalar birləşir də, düzdür. Artıq görürəm ki, burada nəsə 2 dənə hissə gəlib bu fəqərəyə birləşir. Demək ki, bu nədir artıq? Bu döş şöbəsinə aid olan, yəni döş fəqərələrinə aid olan hissədir. Mən artıq buranı boyun deyə bilmərəm, yəni. Boyun artıq, baxın, burada bitir. Görüm, yaza bilirəmmi bundan? Hə, gəlib burada bitir artıq boyun. Yəni, baxın, bunlar boyun adlanacaq. Budur, budur, daha sonra bu yuxarıdakıdır, bu yuxarıdakıdır, bunlardır. Yəni, sayanda ümumi olaraq gəlib 7 dənə boyun fəqərəsi çıxmış olacaq. Yuxarı verə bilmirəm deyə göstərə bilmədim o yüzden. Yuxarıda bayaq dedim amma. Və eyni zamanda nəyi bilmək lazımdır? Mən birazdan birləşmələri zaten danışacağım, ağlınız qarışmasın. Gəlin bir-bir fəqərələri göstərək hələ ki. Sonra keçirəm döş şöbəsinə. Döş şöbəsi gəlib bu hissədən başladı da, düzdür. Dedim ki, nəsə belə bir şey olmalıdır ki, gəlib ona 2 dənə buradan sümük birləşsin. Baxın, bir dənə sümük birləşdi, bir dənə də buradan sümük birləşdi. Demək ki, artıq mənim döş şöbəm başlayıb. Döş şöbəm demək ki, başlayıb. İndi sayaq. Mənim döş şöbəmdə neçə sümük olmalıdır? Döş şöbəm deyəndə ki, daha doğrusu üzr istəyirəm. Döş şöbəsi yox, döş fəqərəsi. İndi fəqərələrdən danışıram. Yəni mənim
Yəni döş şöbəsində bəli. Yəni döş şöbəmdə 12 dənə fəqərə olacaq. Baxın bu 1, sonra bu 2, sonra bu 3. Belə işıq da çalır onun üzərində görürsüz. Bu 4, sonra bu 5, bu 6, bu 7, bu 8, bu 9, 10, 11 və 12. Artıq bitir. Mənim 12 dənə nəyim var? Deməli, döş şöbəmdə döş fəqərə mövcuddur. Mən bunu hardan bildim ki, bu burada bitdi? Çünki mən nə demişdim? Bayaq dedim ki, gəlib ona 2 dənə sümük birləşməsi bitməlidir. Artıq buradakı sümüyə gəlib nəsə 2 dənə birləşmir ki, yandan belə bir birləşməsi yoxdur ki, vəssalam. Demək ki, mənim bu döş sümüklərimin birləşməsi gəldi, yəni daha doğrusu döş, yəni fəqərələrim gəldi burada bitdi. Mənim 12 dənə döş fəqərəm olmuş olacaq. Sonra keçirəm, deməli mən boyundan danışdım, döşdən danışdım. Dedim boyunda 7 fəqərə, döşdə 12 fəqərə, gəlirəm belə. Beldə 5 dənə fəqərə olur. Gəlin sayaq. Bu 1, daha sonra bu 2, bu 3, bu 4, bu da oldu 5. 5 dənə mənim deməli fəqərəm olmuş olacaq. Daha sonra düşürəm aşağı, yəni mənim bel şöbəmdə 5 dənə bel fəqərəsi olmuş olacaq. Düşürəm omaya. Oma hardadır? Aha. Başlayır burada. Birinci, ümumiyyətlə bilirsiniz necə? Bu oma sümüyüdür. Oma sümüyünü oma fəqərələri birləşməmələ gətirir. Bu saymıram. Yəni ümumi olaraq deyirəm ki, oma sümüyümdür. Yəni 1, daha sonra 2, daha sonra 3, yəni 4, 5 artıq birləşmə mənə gətirir. Bütöv olaraq oma sümüyü, yəni oma fəqərələri, 5 dənə oma fəqərəsi gəlir oma sümüyünü əmələ gətirir. İndi gəldim aşağıya büzdümə. Büzdümdə də 4, 5 deyəcəyik. Yəni deyəcəyik ki, 4 dənə, 5 dənə fəqərə gəlib büzdüm şöbəsinə əmələ gətirir. Yəni məsələn 1, 2, 3, 4, bu da 5. Yəni burada 5 dənə veriblər bizə. 4, 5 olur. Yəni bəzilərində 4 dənə olur, bəzilərində 5 dənə olur. Daha sonra indi başlayaq birləşmələrdən, əsas hissədən danışaq. Yəni yuxarı doğru mən gedirəm, bir-bir danışaq. Boyundan başlayaq. Deməli, mənim birinci boyun fəqərəm gedir yuxarıdan ənsə sümüyü ilə hərəkətli birləşmə mənə gətirir. Ənsə sümüyü ilə hərəkətli birləşmə mənə gətirir. Və nəyə görə hərəkətli oldu? Çünki orada oynaq var. Düzdürmü? Mənim oynaq başım boyun fəqərəmdə oldu. Amma oynaq çuxurum ənsə payımda oldu. Ənsə payı yox, ənsə sümüyündə. Bayaqlarıma onu göstərdim. Daha sonra mənim, yəni birinci bu, baxın, buradakı, indi işıq saçacaq üstündə. Bu birinci, zaten burada da göstərilir 1. Bu birinci gedib yuxarıdan ənsə sümüyü ilə birləşir. Aşağıdan isə ikinci boyun fəqərəsi ilə birləşir. Sonra ikinci boyun fəqərəm, elə bu. Bu gedəcək yuxarıdan birinci boyun fəqərəsi ilə birləşir. Aşağıdan isə gəlib üçüncü boyun fəqərəsi ilə birləşəcək. Mənim üçüncü boyun fəqərəm gedir yuxarıdan ikinci boyun fəqərəsi ilə birləşir. Aşağıdan isə gəlir dördüncü boyun fəqərəsi ilə birləşəcək. Bu dördüncü boyun fəqərəm gedib yuxarıdan üçüncü boyun fəqərəsi ilə birləşir. Aşağıdan isə gəlib beşinci boyun fəqərəsi ilə birləşəcək. Beşinci boyun fəqərəm yuxarıdan deməli 4 ilə birləşir. Aşağıdan isə gəlir 6 ilə birləşir. 6 yuxarıdan deməli 5 ilə birləşir. Aşağıdan isə gəlib 7 ilə birləşir. 7-ci boyun fəqərəm isə yuxarıdan gəlib 6-cı boyun fəqərəsi ilə birləşir. Amma aşağıdan birinci döş fəqərəsi ilə birləşmiş olacaq. Yəni burada artıq döş fəqərəsinə keçid edirik. İndi boyun şöbəsi bu qədər. Gəlirik artıq döş şöbəsinə. Döş şöbəsi nə ilə birləşməməli gətirir? Mənim bu birinci döş sümüyüm və yəni fəqərəm yanlardan 2 dənə mənim qabırğalarımdan, yəni döş qabırğalarımda bunlar 1 burada, 2 burada, yuxarıdan deməli 7-ci boyun fəqərəsi ilə birləşəcək. Aşağıdan da ikinci boyun fəqərəsi ilə birləşəcək. Yəni mənim tutaq ki, hər hansı boyun fəqərəsi zaten, yəni
artıq orta məktəbdə belə götürülür. 4 dənə boyun, üzrlü sayın, 4 dənə sümüklə birləşmə əmələ gətirəcək. 4 dənə deməli nə ilə? Sümüklə birləşmə əmələ gətirir. Yəni baxırıq. Burada məndə birinci döş fəqərəsi veriblər. Düzdür? Nə ilə birləşdi? Uşaqlar qəbul göndərənlər var. Onları qəbul edirəm deyə bir dəqiqə. Aha. Mənim deməli bu birinci döş sümüyüm yuxarıdan getdi, 7-ci boyun fəqərəmlə birləşdi. Aşağıdan gəldi, 2-ci döş fəqərəmlə birləşdi. Yanlardan isə baxın, bir burada, ikinci də burada. 2 dənə döş qabırğam ilə, yəni qabırğam ilə birləşmə əmələ gətirdi. Sonra keçirim ikinciyə. İkinci döş fəqərəmi. İkinci döş fəqərəm gedir yuxarıdan. Birinci nə ilə birləşir? Döş fəqərəmlə birləşir. Aşağıdan isə üçüncü döş fəqərəmlə birləşəcək. Yanlardan isə baxın 1 və 2. Nə olmuş olur? 2 dənə də qabırğamla birləşmə əmələ gətirəcək. Yəni o da 4 dənə ümumi sümüklə birləşmə əmələ gətirir. Burada zaten döş şöbəsindəki olan fəqərələr hər biri 4 dənə sümüklə əmələ gətirir. Amma bəziləri var ki, məsələn, birinci döş sümüyü var, bir də axırıncı döş sümüyü var. Onlarda biraz məsələn fərqliliyi var ki, hansı şöbə ilə, yəni o 4 dənə sümükdən biri hansı şöbəyə aiddir. Məsələn, siz 2-dən, bu ikinci döş fəqərəsindən, bizim daha doğrusu üzrlü sayın 7-ci dedim, çox üzrlü sayın. Bizim ümumiyyətlə döş şöbəmizdə 12 dənə döş fəqərəmiz var. Və bu 12 dənə döş fəqərəsindən birinci və axırıncı, yəni 12-ci döş fəqərəmizin gedib hansı sümüklə birləşmə əmələ gətirməsi, yəni o 4 dənə sümükdən hansı şöbəyə aiddir. Yəni onlardan biri müxtəlif şöbəyə aiddir də. Məsələn üçün bizim bu birinci döş fəqərəmiz gedir yuxarıdan 7-ci boyundan birləşir. Yanlardan 2 dənə qabırğa ilə birləşir. Aşağıdan 2-ci boyun fəqərəsindən birləşir. Amma 12-ci deməli döş fəqərəmiz isə gedib yuxarıdan 11-ci döş fəqərəmizlə birləşəcək. Aşağıdan artıq 1-ci bellə birləşəcək. Yanlardan da 2 dənə qabırğa ilə birləşmiş olacaq. Yəni burada sadəcə 1-ci və 12-cidə fərq var. Qalanları, yəni siz belə götürün ki, ümumi 4 dənə sümüklə birləşmiş olacaq. Yəni artıq 2-dən ta ki o 12-yə qədər, yəni 12 daxil deyil də, 2 daxil olmaqla 11 daxil olmaqla onların arası nə edir? 4 dənə sümüklə birləşmə əmələ gətirir və onların yəni sadəcə ikisi sizin qabırğanızdır, qalanları da yuxarı və aşağıdakı olan döş fəqərələriniz, yəni. Aydındırmı? Yəni burada belə göstərə bilərəm. Gəlin göstərim mən yaxşısı, daha rahat olum. Deməli burada bizim bu birinci boyun fəqərəmizdir, üzrlü sayın, birinci döş fəqərəmizdir. Birinci döş fəqərəmiz getdi yuxarıdan, qələmlə də göstərim. Getdi yuxarıdan, birləşdi boyun fəqərəsi ilə. Amma neçənci? 7-ci. Yəni birdən çaşıb deyirsiniz ki, bizim birinci döş fəqərəmiz birinci boyun fəqərəsi ilə birləşmə əmələ gətirir. Xeyr. Bizim burada göstərilən axı bu döş, mən bayaqlar dedim, bu döş şöbəsi buradan başlayırdı, düzdür? Gəlib buna nəsə 2 dənə belə yanlardan birləşməli idi, düzdürmü? Və mən görürəm ki, bu yanlardan 2 dənə birləşmə burada bitir. Yəni mənim burada göstərdiyim bu ox qoyduğum bu sümük adlanır mənim boyun fəqərəm. Və boyun fəqərəm buradan başlaması ki, yuxarıda bəs o boyda ənsə sümüyü var idi, yəni. Burada artıq mənim boyun şöbəm bitir. Boyun şöbəmin axırıncı fəqərəsidir. Yəni mənim 7-ci boyun fəqərəmdir. Ona görə də mənim bu birinci boyun, birinci döş fəqərəm getdi yuxarıdan 7-ci boyundan birləşdi. Getdi aşağıdan 2-ci döşlə birləşdi. Yandan da 2 dənə qabırğa gəlib buna birləşmiş oldu. Ümumi 4 dənə sümük. Sonra keçirik ikinci boyuna, daha doğrusu döşə. İkinci döşə keçəndə, ikinci döş buradadır. Bu ikinci döş buradadır, daha doğrusu ikinci döş buradadır. İkinci döş gedir yuxarıdan birinci döşlə birləşir. Gedir aşağıdan üçüncü döşlə birləşir. Və yanlardan, baxın, mənim bu ikinci döş buradadır. Aha, gedir yanlardan bu 2 dənə sümüklə birləşəcək. Bu 1, bu niyə belə eləyir? Bir dəqiqə. Hə, bu 1, bu
Bu da 2. Aha. Sonra keçirəm məsələn üçün 3-cüyə. 3-cü döş fəqərəmdə burdadır. 3-cü döş fəqərəm gedir yanlardan. Baxın, bu işarəyə fikir verin. Yanlardan 2 dənə gedib deməli fəqərə ilə üzr istəyirəm, qabırğa ilə birləşir. Gedir yanlardan 2 dənə qabırğa ilə birləşir. Yuxarıdan gedib bu hissədəki olan sümük bizim deməli yuxarıda 3-cü fəqərəmiz yuxarıdan 2-ci döş fəqərəsi ilə, aşağıdan 4-cü fəqərə ilə birləşmiş olacaq. Yəni ümumi 4 dənə sümüklə. Daha sonra 4-cü mənim deməli döş fəqərəm gedir yuxarıdan 3-cü döş fəqərəmlə birləşir. Aşağıdan 5-ci döş fəqərəmlə birləşir. Yanlardan bu 1, bu da 2, göstərə bilmirəm, bir dəqiqə. Hə, bu da 2, yəni ümumi 2 dənə qabırğa ilə də birləşmiş oldu. Cəmi 4 sümüklə. 4-cünü dedim, sonra 5-ci. 5-ci də gedir yuxarıdakı 4-cü döş fəqərəsi ilə, aşağıda deməli 6-cı döş fəqərəsi ilə və yanlardan 2 dənə qabırğa ilə birləşir. Daha sonra 6-cı deməli döş fəqərəm yuxarıdan 5-ci döş fəqərəsi ilə, aşağıdan 7-ci döş fəqərəsi ilə və yanlardan 2 dənə qabırğa ilə də birləşmiş oldu. Yəni hamısı belədir. Bunları bir-bir göstərmirəm daha. Yəni çünki bir dənə fərqlilik bayaqlar dedim ki, 1-ci döş fəqərəsində idi. Bir də 12-ci döş fəqərəsində idi ki, o sadəcə 12-ci döş fəqərəsi gedib artıq 1-ci bellə birləşir. 1-ci bel fəqərəsindən və yuxarıdan 11-ci döş fəqərəsindən yanlardan 2 qabırğadır. 1-ci döş fəqərəsi isə yuxarıdan 7-ci boyun fəqərəsi ilə, aşağıdan 2-ci döş fəqərəsi ilə yanlardan 2 qabırğa. Amma 2 də daxil olmaqla, 2 davam olaraq 11 də daxil olmaqla 2-11 arası hamısı bir yerdə döş fəqərələri, bir də ki, yəni yuxarı aşağı döş fəqərələri və 2 qabırğa ilə birləşir. Döş şöbəsi ilə soruşmaq istədiyiniz nəsə sual var? Yoxsa davam edək. Daha sonra keçid eləyək bu aşağıdan. Biz başlayaq artıq boyuna. Özüm bir saniyə, bir dəqiqə. Deməli, boyundan danışsaq, mən sizə indi orada göstərəcəm, mənim boyun şöbəm hardan başlayır. Orada diqqətli olsanız, yenə də burada fikir verəcəksiniz ki, artıq o 2 dənə elə bu qabırğanın o bitdiyi hissədən gəlib başlayacaq. Mənim hardakı o 2 dənə qabırğam bitir. Yəni, göstərim sizə. Baxın, elə bir ki, mənim burada 2 dənə qabırğa gəlib harda bitir, yəni harda birləşməyə bitir. Bax, burada. Elə bir ki, mənim buradakı sümüyüm gəlir 2 dənə bu qabırğaya, daha doğrusu 2 dənə qabırğa gəlir ona birləşir. Və artıq bu da olur, nə? Döş şöbəmin sümüyü. Amma artıq mənim bel sümüklərim nədən başlayır? Artıq buradan başlayır. Yəni mən buradan belə xətti qoysam, artıq bu hissə məndə bu hissədə bitir mənim döş şöbəm. Aşağıdan artıq başlayır nə? Boyun, üzr istəyirəm, bel şöbəsi. Deməli başladı. Bu mənim birinci dəqiqə. Aha. Bu mənim birinci deməli bel sümük fəqərəmdir. Sonra keçir ikinci bel fəqərəm. Sonra düşürük aşağı 3-cü bel fəqərəm. Sonra düşürük 4-cü bel fəqərəm və 5-ci bel fəqərəsi. Və bizim ümumiyyətlə belimizdə 5 dənə, yəni bel fəqərəsi olmuş olacaq. Bunların birləşməsi necədir? Bayaqları biz döş şöbəsindən danışanda da eyni şeyləri dedik ki, ilk başdaşında biraz fərqli var idi. Bir də ən sonuncu 12-cidə fərqlilik var idi. Eyni zamanda beldə də belədir. Yəni beldəki olan o fəqərələr də 2 dənə sümüklə birləşir. Amma bir dənə fərqlilik odur ki, elə bir bizdə 5 dənə bel fəqərəsi yoxdur. Birinci bel fəqərəsi. Birinci bel fəqərəsi gedir yuxarıdan, birinci bel fəqərəsi gedir yuxarıdan 12-ci döş fəqərəsinə birləşir. Aşağıdan isə ikinci, bu aşağıdan baxın, bu ikinci bel fəqərəsinə birləşir. Bu ikinci bel fəqərəsi gedir yuxarıdan birinci bel fəqərəsinə birləşir. Aşağıdan üçüncü bel fəqərəsinə birləşir. Sonra bu gedir üçüncü bel fəqərəsi, yuxarıdan ikinci bel fəqərəsi, aşağıdan dördüncü bel fəqərəsi,
4-cü bel fəqərəsi. Bu 4-cü bel fəqərəsi yuxarıdan 3-cü bel fəqərəsi, aşağıdan 5-ci bel fəqərəsi. 5-ci bel fəqərəsi. Və 5-ci bel fəqərəsi də yuxarıdan 4 ilə və aşağıdan oma sümüyünə, yəni 1-ci oma fəqərəsi ilə birləşmə mənə gətirmiş olacaq. Və mən indi burada bir şey də qeyd eləmək istəyirəm ki, biz artıq oma şöbəsinə başlayacağıq. Oma şöbəsində, daha doğrusu əvvəl bunu deyim. Burada fərqlilik nədən ibarət oldu? Mənim 1-ci bel fəqərəm getdi yuxarıdan 12-ci döşlə birləşdi. Aşağıdan 2-ci bel sümüyü və fəqərəsi ilə birləşdi. Axırıncı 5-ci bel fəqərəm isə yuxarıdan 4-cü bel fəqərəsi ilə, aşağıdan isə 1-ci oma deməli fəqərəmdən birləşmə əməli gətirmiş oldu. Qalanlar ortadakılar isə elə bir-birlərinə yuxarıdan aşağıdan bel fəqərələrindən birləşmə əməli gətirir. Yəni burada fərqli bir şey yoxdur. Hərəsi 2 dənə sümüklə birləşir. Və bir də onu qeyd eləmək istəyirəm ki, mənim biz başladıq onurğa sütunundan danışanda, onurğa sütunu boyun şöbəsindən başlayırdı. Mənim 1-ci boyun fəqərəm hərəkətli birləşmə əməli gətirdi. Bayaqdan danışdığı ənsə sümüyünə gedib o ənsə sümüyündə oynaq çuxuru var idi və 1-ci boyun fəqərəmdə oynaq var idi. Gedib ona birləşdi. Oynaq və oynaq çuxuru varsa, oynaq başı daha doğrusu, oynaq başı varsa və oynaq çuxuru varsa, orada nədir? Oynaq olmalıdır. Yəni hərəkətli birləşmə olmalıdır. Yəni sizin adicə qolunuzda oynaq var ki, siz qolunuzu hərəkət etdirə bilirsiniz. Məsələn, sizin kəllə qutunuzda məsələn bir dənə alt çənə idi ki, gedib gicgahla hərəkətli birləşmə əməli gətirirdi də. Yəni orada tərpənən sizin alt çənə sümüyünüz idi. Və eyni zamanda onu qeyd edəcəksiniz ki, sizin boyun şöbənizdən sadəcə 1-ci boyun fəqərəniz hərəkətli birləşmə əməli gətirir. Qalanları isə 6 dənəsi yarım hərəkətli birləşmə əməli gətirir. Sonra boyun şöbəsindən sonra gəlir deməli döş şöbəsi. Döş şöbəsi yarım hərəkətli birləşmədir. Sonra gəlir bel şöbəsi. Bel şöbəsi yarım hərəkətli birləşmə. Daha sonra isə gəlir deməli oma və büzdüm. Oma və büzdümlər isə necədirlər? Hərəkətsiz birləşmə əmələ gətirirlər bir-birləri ilə. Yəni fəqərələr bir-birləri hərəkətsiz birləşmə əmələ gətirirlər. Daha sonra isə kesdim. Yəni çünki oma fəqərələri birləşib, baxın, burada məsələn mən bunun üzərinə basanda görürsüz sümüyü bütöv verir mənə, fəqərələri ayırmır. Məsələn mən istəyirəm ki, bel şöbəsini göstərmək. Məsələn hər hansı bir hissəyə toxunanda fəqərələri ayrı-ayrı göstərir. Amma aşağıda mən məsələn üçün bu oma hissədir də, düzdür, oma şöbəsi. Basanda avtomatik olaraq sümüyü bütöv göstərir. Çünki sizin oma şöbənizdəki olan oma sümükləri, oma fəqərələri birləşib, hərəkətsiz birləşib sizin oma sümüyünüzü əmələ gətirir. Və ya büzdümə baxaq. Büzdümə mən toxunuram. Bu aşağı hissə büzdüm də düzdür. Baxın, toxundum. Ayrı-ayrı göstərmir ki, bizə fəqərələr bütöv göstərir. Yəni oma fəqərələr birləşib oma sümüyünü əmələ, büzdüm sümüyünü əmələ gətirir. Omada da belədir, büzdümdə də belədir. Yəni sadəcə bu büzdüm hissədir. İndi baxaq. Bizim oma şöbəmizdə 5 dənə oma fəqərəsi olur. Yəni oma sümüyümüz 5 dənə oma fəqərəsinin bir-birlə birləşməsindən yaranır. Bizim oma fəqərələrimiz necə birləşmə əmələ gətirəcək? Gəlin baxaq. Mənim bu birinci oma fəqərəm gedir yuxarıdan. Mənim bel şöbəmdə neçə fəqərə var idi? 5. Axırıncı hansıdır? 5-cidir. Düzdürmü? Mənim bu birinci oma fəqərəm gedir yuxarıdan 5-ci bel fəqərəmlə birləşir. Aşağıdan 2-ci oma fəqərəmlə birləşir. Yanlardan 2 çanaq. Mən bunu belə dedim, indi gəlin göstərim. Bu mənim, bu birinci, yəni bu belə hissələ göstərirəm. Bu mənim birinci, baxın belə eləyək də. Nəyimdir? Oma fəqərəmdir. Bu gedir mənim yuxarıdan, baxın, hətta belə eləyək. 5 yazım üstündə. 5-ci nəyi ilə birləşir? Bel fəqərəmlə birləşir. Gedir aşağıdan 2-ci oma fəqərəmlə birləşir. Yandan isə çanaqla birləşir. Baxın, birləşməni göstərim hətta. Baxın, gəlir burayla birləşir. Sonra gəlir burayla birləşir. Bu da mənim nəyim oldu? Digər çanağım oldu. Yəni ümumi 4 dənə sümüklə birləşəcək. Daha sonra ikinciyə keçək. Mənim ikinci oma... Oy, bu niyə belə oldu? Qələm, daha doğrusu çıxmışam qələmdən. İkinci oma fəqərəm, baxın buradır, bu hissədir. İkinci oma fəqərəm neynir? Gedir yuxarıdan birinci oma fəqərəmlə birləşir. Gedir aşağıdan üçüncü
Oma fəqərəmlə birləşir. Bir də yanlardan gedir 2 dənə bu çanaqla birləşir. Yəni mən burada belə göstərdiyim 1-3 yazdığım bilirsiz nədir? Bu sadəcə fəqərənin nömrəsində, yəni elə bir yuxarıdan birinci oma fəqərəmdən, aşağıdan 3-cü oma fəqərəmdən, yəni 2 dənə sümük burada oldu. Bir də burada bir çanağım var. Bir də burada 2 də növbəti çanağım var. Yəni ümumi 4 dənə sümüklə birləşmə mənə gətirir. Mən burada 1 3 4 yazdığıma fikir verməyin. Mən burada onu göstərmişəm ki, yəni 3-cü oma fəqərəmlə birləşir də, yəni o mənada. Yəni ümumi 4 dənə sümüklə. Bir də dedim, 2-ci oma fəqərəm yuxarıdan 1-ci oma fəqərəmdən, aşağıdan 3-cü oma fəqərəmdən, yanlardan 2 çanaq və salam. 1-ci və 2-ci oma fəqərələrim 4 dənə sümüklə birləşmə mənə gətirir. Yəni çanaq sümüklərin bu nə deməkdir? Bu sözün altında o məna yatır ki, mənim 1-ci və 2-ci oma fəqərələrim gedib çanaq sümüklərindən birləşmə mənə gətirmiş olacaq. Amma qalan oma fəqərələrim isə mənim ümumi olaraq 5 dənə oma fəqərəm var da, düzdür? Qalanları gedib 2 dənə sümüklə birləşmə mənə gətirəcək. Mən sizə indi onu göstərəcəm necədir. Artıq burada bitdi. Yəni baxın, burada bitdi ki, mənim bu 2 dənə oma fəqərəm bu hissədə bitdi. Artıq çanaqla birləşmə mənə gətirmək yoxdur. Bu çanağın bu hissəsini görürsüz. Bu yuxarıdan gəlib bununla birləşir və ya bununla birləşir. Bu hissənin gəlib bu hissənin birləşməsini görmürsüz ki. İndi necə? Bu 3-cü oma fəqərəm, baxın 3 yazıram bura. Hətta bunu təmizləyib, bunu zaten anladınız. Göstərim sizə. Baxın, mənim 3-cü oma fəqərəmdir. Bu 3-cü oma fəqərəm gedir yuxarıdan 2-ci oma fəqərəmlə birləşir, bir də aşağıdan 4-cü oma fəqərəmlə birləşir. Yəni 2 dənə sümüklə birləşmə mənə gətirir. Daha sonra 4-cü oma fəqərəm, 4-cü, baxın budur. 4-cü oma fəqərəm gedir yuxarıdan 3-cü oma fəqərəmdən, aşağıdan da 5-ci oma fəqərəmdən birləşmə mənə gətirir. Daha sonra 5-ci oma fəqərəm, yəni bu hissədəki olan sümükdür. Göstərim sizə. Baxın, bu hissədir. 5-ci oma fəqərəm də gedib yuxarıdan 4-lə, bir də aşağıdan 1-ci büzdüm sümüylə birləşmə mənə gətirir. 1-ci büzdüm sümüylə. Hətta bir dəqiqə göstərəcəm sizə. Aha, baxın bu 1-ci büzdüm sümüyü də burada göstərdiyim bu 1. Bu ümumi basanda büzdüm sümüyünü bütöv göstərir, amma yəni büzdüm fəqərəsi və ya büzdüm sümüylə birləşmə mənə gətirir. İndi yəni siz necə bu büzdüm sümükləri zaten birləşib, büzdüm fəqərələri zaten birləşib büzdüm sümüyünə mənə gətirdiyi üçün, yəni sanki 5-ci oma fəqərəsi də büzdüm sümüyünə birləşmə mənə gətirir deyə bilərik. Yəni və ya büzdüm fəqərəsi ilə, yəni 1-ci büzdüm fəqərəsi ilə. Aha, davam elədik. Bu aydın oldu. Yəqin ki, sonra büzdüm fəqərələrindən başlayaq. Mənim büzdüm şöbəmdə ya 4 ya da ki 5 büzdüm fəqərəsi ola bilər. Məsələn, bizə sual versə ki, onurğa sütununun neçə fəqərə olur? Deyirəm 30-34. Mənə sual versə ki, bu 30-34 niyədir? Yəni bu bir fərq nədir ki? Mən də deyəcəm ki, mənim büzdüm şöbəmdə ya 4 ya da ki 5 nə olmuş olacaq? Büzdüm fəqərəm olmuş olacaq. Bunun o bir vahid dəyişkənliyi də mənim onurğa sütunundakı olan bütün fəqərələrin sayının dəyişkənliyinə, yəni ümumi daha doğrusu sayının dəyişkənliyinə təsir göstərir. İndi baxıram. Mənim bu büzdüm şöbəmdə bu 1-ci büzdüm fəqərəm gedir yuxarıdan nə ilə birləşir? Yuxarıdakı o 5-ci oma fəqərəsi ilə. Aşağıdan isə 2-ci oma fəqərəsi ilə. Daha sonra bu 2-ci oma fəqərəsi gedir yuxarıdan 2-ci büzdüm fəqərəsi gedir yuxarıdan 1-ci büzdüm fəqərəsi ilə, aşağıdan isə 3-cü büzdüm fəqərəsi ilə birləşmə mənə gətirir. 3-cü büzdüm fəqərəm yuxarıdan 2-ci büzdüm fəqərəsi, aşağıdan 4-cü büzdüm fəqərəsi ilə birləşmə mənə gətirir. 4-cü büzdüm fəqərəsi yuxarıdan 3-cü büzdüm fəqərəsi ilə, aşağıdan da 5-ci büzdüm fəqərəsi ilə birləşmə mənə gətirir. 5-ci büzdüm fəqərəsi isə gedir yuxarıdan 4-cü büzdüm fəqərəsinə mənə gətirir, aşağıdan isə heç nə ilə birləşmə mənə gətirmir. Aşağıdan görürsünüz, heç nə yoxdur, yəni boşdur. Və nəticədə mənim əgər büzdüm şöbəmdə, yəni əgər 4 dənə fəqərə olsaydı, yəni buradakı axırıncı fəqərə olmasaydı, tutaq ki bu yoxdur da, mən bunu sildim.
Axırıncı bu dördüncü var. Yəni hər biri gedib 2 dənə sümükdən birləşməli gətirəcək. Fərq ondadır ki, sadəcə birinci büzdün fəqərəm yuxarıdakı 5-ci bel fəqərəsi ilə aşağıdakı 2-ci büzdün fəqərəsi ilə birləşməli çox üzrlü sayın. Birinci büzdün fəqərəm yuxarıdakı 5-ci oma fəqərəmlə birləşməli gətirir. Aşağıdakı 2-ci büzdün fəqərəsi ilə əmələ gətirir. Axırıncı büzdün fəqərəm isə yuxarıdakı büzdün fəqərəmlə, əgər 4 dənə sümükdən ibarətdirsə, sadəcə yuxarıdakı büzdün fəqərəmlə, 5 dənə sümükdən ibarətdirsə, bu 4-cü fəqərəm yuxarıdakı fəqərə ilə, bir də aşağıdakı 5-ci fəqərə ilə əmələ gətirilmiş olacaq. Onurğa sütunu belə. Burada nəsə başa düşmədiyiniz var? Nəsə qaranlıq qalan, yəni nəsə aydın olmayan? Varsa soruşa bilərsiniz. Onda keçək biz deməli. Bir də mən əyriliklərdə deyim sizə. Onu da deyim, o qalmasın. Yəni əyriliklər var, onları demək lazımdır. Ümumiyyətlə belə deyim. Biri var önə doğru əyrilik, biri də var ki, arxaya doğru əyrilik. Yəni bizim normal onurğa sütunumuzda anatomik əyriliklər var. Yəni S-vari bizim onurğamıza o S-vari bir sütun əmələ gətirməsinin səbəbi nədir? Onurğa sütunumuzdakı olan əyriliklərdir. Həmin bu əyriliklər, yəni biz başlayanda dedik ki, onurğa sütunumuz 5 şöbədən ibarətdir. Boyun şöbəsi, döş şöbəsi, bel şöbəsi və oma şöbəsindən, bir də büzdüm şöbəsi də mövcud idi burada. Yuxarıdakı olan boyun şöbəsi. Baxın, önə doğru əyilib. Baxın, mən bunu göstərməyə çalışacağam indi. Önə doğru əyilib. Baxın, önə doğru əyilib. Yəni belə əyilməyib ki, önə doğru əyilib. Bu bizim önə doğru normal əyriliyimizdir. Gəlirəm döşə. Döş şöbəmiz isə arxaya doğru normal bu əyrilikdir. Normal əyrilikdir. Sonra aşağıya keçdiyim zaman gəldim bel hissəmə. Bel hissəm normal olaraq önə doğru əyilib. Və mənim oma hissəmdə qələmi götürüm. Normal olaraq arxaya doğru əyilib. Düzdürmü? Və mənə desələr ki, hansıları önə doğru əyilməni əmələ gətirir? Mən buradan gördüm də. Dedim ki, bu boyun hissəm idi. Bir də bel hissəm idi. Önə doğru əyilib. Amma arxaya doğru əyilənlər isə hansılar idi? Döşlə siz elə bir ki, döşü götürəcəksiniz, bir də ki, omanı götürəcəksiniz. Mənə desək ki, ümumiyyətlə artıq bu əyriliklərin normal həddi var. Bir də var ki, bu əyriliklər artıq yəni normal olmayaraq sıradan çıxır və bəzi artıq belə deyim də anatomik əyrilikdən artıq bu xaric bir şeydir, yəni normal anatomik əyrilik deyil. Yəni bu zaten biz bunu hiss edirik, ağrı olur və s. olur, yəni narahat edir də bizi. O narahatlıq sırf bu normal anatomik əyrilikdən xaricə çıxmadı. Yəni normal anatomik əyrilik deyil o. Bizim boyun və bel şöbəmiz normal olaraq, anatomik olaraq önə doğru əyilməlidir. Amma bu əyilmənin də kəskin forması var. Daha çox əyilsə, yəni önə doğru daha çox əyilsə, bizdə nə əmələ gətirəcək? Lordozu yaradacaq. Və mənə soruşsa ki, lordozu yaradan sümüklər, fəqərələrin sayı neçədəndir? Mən deyəcəm ki, mənim boyun şöbəmdə 7 dənə sümük olur, fəqərə olur. Baxın, boyun şöbəm, bayaqları bir saydıq. Bir də bel şöbəmiz də önə doğru əyildi. Burada da 5 dənə fəqərə. Oldu 12 fəqərə. Mənə desək ki, bu şöbələr gedib neçə sümüklə birləşməyə gətirir? Maraqlı sualdır, düzdürmü? Yəni, lordoza mənə gətirən şöbə gedib neçə sümüklə birləşir? Mənim boyun şöbəm yuxarıdan getdi ənsə ilə birləşdi. Bayaqları bir-bir göstərdi, amma yenə göstərim sizə. Yuxarıdan getdi ənsə ilə birləşdi. Buradan göstərdim mən sizə, düzdürmü? Baxın. Getdi yuxarıdan, bu birinci boyun fəqərəm. Bu birinci, baxın bu bir. Getdi yuxarıdan bu ənsə sümüylə birləşdi. Getdi aşağıdan ikinci boyundan birləşdi.
deməli oldu burada daha doğrusu üzrlü sayın, yuxarıdan mən ümumi olaraq götürürəm də, yuxarıdan getdi, bəli, ensə sümüyü ilə birləşdi və mənim bu boyun şöbəmdəki olan boyun şöbəm 7 dənə fəqərədən ibarətdir. Axırıncı boyun fəqərəm getdi aşağıdan birinci döş fəqərəmlə birləşdi. Burada oldu 12 sümük. Mən burada ikinci boyun fəqərəsinə birləşməli, yəni birinci boyun fəqərəsinə ilə birləşir. Ona əlavə olaraq dedim. Yəni mənim ümumi olaraq lordoza əmələ gətirən boyun şöbəm yuxarıdan getdi ensə sümüyünə. Yəni burada heç birinci boyun şöbəsinin, yəni gedib ensə sümüyünə birləşməsi tamamilə doğrudur. Eyni zamanda birinci boyun şöbəsindən birləşdiyi üçün boyun şöbəsi boyun ümumi olaraq, yəni gedib bu yuxarı hissəyə birləşir. Mən deyə bilmərəm ki, ikinci boyun fəqərəm gedib ensə sümüyünə birləşir. Bu mən belə desəm bu tamamilə yanlışdır. Amma ümumi boyun hissəm gedib ensə ilə birləşir. Çünki birinci boyun fəqərəm gedib birləşir ora. Yəni o cəhətdən doğru götürülür. Və eyni zamanda boyun şöbəm gedib 12-ci, üzrü sayın, birinci nə ilə birləşir? Döş fəqərəsi ilə birləşir. Onu da sizə göstərim. Yəni mənim 7-ci boyun fəqərəm birinci döş fəqərəmlə birləşdiyi üçün ümumi olaraq o şəkildə deməyim doğrudur. Yəni baxın, getdi bu 7-ci boyun fəqərəm, 7-ci boyun fəqərəm getdi birinci döş fəqərəmlə birləşir. Baxın, işıq saçır bu hissədə. 2 dənə sümük burdadır. Bir də mənim lordoza əmələ gətirən haram var idi. Deməli, beli var idi, bir də boyun var idi, düzdür? İndi belə keçək. Bir də deyəndə hər zaman belə deyin. Məsələn, desək ki, lordozu nə əmələ gətirir? Deyin ki, boyunla bel, bellə boyun deməyin. Yəni o diqqət elə. Elə şeylərdə fikir verirlər. Yəni ola bilər də testdə bir variantda desin ki, boyun bel, bir variantda bel boyun. Yəni sıralama şöbə olaraq birinci boyun gəlir, sonra bel gəlir. İndi belə keçid eləyək baxaq. Bel isə gedir nə edir? Aha. Gedir yuxarıdan 12-ci döşlə birləşir. Bir də 12-ci döşlə burada birləşdi. 12-ci döşlə. Bir də bu gedib aşağıdan bu hissədən birinci oma fəqərəsindən birləşəcək. 2 dənə sümük də burdadır. Mənim boyun, daha doğrusu bel şöbəm, birinci bel fəqərəm, yuxarıdan 12-ci bel fəqərəm ilə, axırıncı 5-ci bel fəqərəm gedib birinci deməli oma fəqərəm ilə birləşmə əmələ gətirir. Burada da 2 sümük. 2 sümük burada, 2 sümük yuxarıda, ümumi 4. Lordoz əmələ gətirən sümüklər 4 sümüklə birləşmə əmələ gətirir. Kifozda deyək. Kifozda necədir? Kifozu əmələ gətirənlər isə arxaya doğru əyilənlər idi. Arxaya doğru əyiləndə bir döşüdə idik bu hissə. Baxın, bu özü burada göstərilir. Bu ox buradan başlayır, belə səhraya, daha doğrusu narıncı rəngdə. Burada başlayır, aşağıda gəlir, burada bitir. Bunlar oldu bizim döş şöbəmiz. Aşağıda da bizim omamız var, oma şöbəmiz var. Bu hissədir, baxın, bu hissə. Oma hissəsi də arxaya doğru əyilib. Zaten özü də göstərir. Baxın, arxa deyəndə, yəni belə də. Burada başladı, aha, arxaya doğru. Vəssalam. Biz kifoz əmələ gətirir. Yəni artıq kəskin arxaya doğru əyilməsi kifozu əmələ gətirir. İndi sizə göstərim. Mənə desək ki, kifoza əmələ gətirən sümüklərim, kifoza əmələ gətirən sümüklərimin sayı nə qədərdir? Biz dedik ki, kifoza əmələ gətirir döş və oma. Döşdə mənim 12 dənə fəqərəm olmuş oldu. Omada da 5 dənə. Toplayanda ümumi 17 fəqərə olmuş olacaq. Və mənə soruşsa ki, kifozu yaradan fəqərələr neçə sümüklə birləşmə əmələ gətirir? Mən sizə onu da göstərim. O da aydın olsun. Döş şöbəsi buradan qəşəng veriblər. Daha doğrusu yox. Aşağını vermir. Aşağını versəydi. Bir dəqiqə. Hə, bu yaxşıdır. Aha. Mənim bu döş şöbəm, yəni bu birinci hardan başladım, 2 dənə belə çıxıntı olmalıdır. Düz yaxınlaşdıram, baxın. 2 dənə çıxıntı olmalıdır. Bu 2 dənə çıxıntı 1, 2. Birinci boyun, birinci döş fəqərəm budur. Daha sonra aşağı doğru düşürəm. Bir dəqiqə. Aha. Bu da 12-ci deməli döş fəqərəm. Və məndən soruşsa ki, döş şöbəsi, yəni daha doğrusu döş fəqərələrim neçə sümüklə birləşir? 12-ci döş fəqərəm, 12-ci. Gedir aşağıda nə ilə birləşir? Birinci deməli bellə birləşir. Nəticədə mənim döş
fəqərələrim getdi aşağıdan birinci bellə birləşdi. Nəticədə bir sümük burdan. Sonra mənim birinci döş fəqərəm gedir yuxarıdan neyniyir? 7-ci boyunla birləşir. Deməli mənim döş fəqərələrim, döş şöbəm, onurostum döş şöbəsi yuxarıdan həmçinin 7-ci boyunla birləşir, aşağıdan birinci bellə birləşir. Ümumi 2 dənə sümük burdan. Bir də mənim bu kənarlardan nəyim var? Deməli, kənarlardan nəyim var? Bu qabırğalarım var. Qabırğalarımın sayı neçə ədəddir? 12 cüt, yəni 24 ədəd, düzdürmü? Və onu yadda saxlayırıq ki, qabırğalar arxadan gedib zaten birləşəcək. Yəni bütün qabırğalar daha doğrusu bütün döş fəqərələrinə gəlib qabırğa birləşəcək. Yəni bir dənə mənim fəqərəmə də, bir dənə mənim əgər döş fəqərəmə 2 dənə qabırğa birləşirdisə, 12 dənə döş fəqərəmə nə qədər birləşəcək? 24 ədəd. 24 ədəd burdan yuxarıdan birinci, daha doğrusu 7-ci boyun, birinci yox, 7-ci boyun fəqərəm oldu deməli 25. Aşağıdan birinci bel oldu 26. Aşağıdan birinci bel. Eyni zamanda mənim hansı şöbəm var? Bu aşağıdan baxın, birinci bel buradır. Aşağıdan mən dedim axı kifoza əmələ gətirən bir döşdür, bir də omadır. Oma hissəm, oma sümüyüm budur. Oma hissəm, oma sümüyüm, oma şöbəsi gedir yuxarıdan neynir? Deməli 5-ci bellə birləşir. Aşağıdan birinci büzdümlə birləşir. Büzdüm buradadır. Aşağıdan birinci buradadır. Baxın, büzdümlə birləşir. Yanlardan da 2 çanaq. Çünki 1 və 2-ci oma fəqərəm gedib çanaqla birləşirdi, çanaq sümüklərlə birləşirdi. Yəni ümumi oma sümüyüm, oma şöbəm, oma sümüyüm gedib 2 dənə çanaqla birləşir. 2 çanaq burdan, aşağıdakı birinci büzdüm oradan, yuxarıdakı 5-ci bel fəqərəsi oradan, ümumi oldu 4. Mənim döş fəqərələrim aşağıdan gedib birinci deməli bellə birləşir. Oldu. Deməli bir dənə aşağıdan bel, sonra yuxarıdan 7-ci boyun, yanlardan 24 qabırğa, ümumi oldu 30. 30 sümüklə birləşmə mənə gətirdi. Bu hissəni sizə danışdım, lordozu kifozda danışdım. İndi nəsə sualınız var mı buradan? Yoxdursa keçək döş qəfəsindən danışaq. Aydın olmayan hər bir sual verə bilərsiniz. Yaxşı, keçək onda döş qəfəsindən danışmaq. Mənə soruşsa ki, döş qəfəsində nələr var? Mən deyəcəm qabırğalar var. Daha sonra deyəcəm ki, 12 döş fəqərəm var. Qabırğalarım barədə 12 cüt, yəni 24 ədəddir. Bunu belə əlaqələndirim. İlk öncə belə fikir yaranmalıdır. Mənim döş şöbəmdə neçə ədəd fəqərəm var idi ki, 12 fəqərəm var idi. Bəs yaxşı, mən bir fəqərəm neçə sümüklə birləşirdi? Aha, 4 sümüklə birləşirdi. Yuxarıdakı olan fəqərə ilə, aşağıdakı olan fəqərə ilə, bir də o 2 dənə nəsə var idi. O 2 dənə nəsə nədir? Qabırğadır, düzdürmü? O 2 dənə nəsə qabırğadır. Yəni mənim bir dənə döş fəqərəmə 2 qabırğa birləşir. Mənim neçə fəqərəm var? 12 dənə fəqərəm var. Bayaqları bir-bir saydıq, bir-bir göstərdik. 12 dənə, daha doğrusu bir dənə döş fəqərəmə 2 dənə qabırğa birləşirsə, 12 dənə döş fəqərəmə nə qədər birləşəcək? 24 ədəd birləşəcək. Düzdürmü? Yəni mənim qabırğalarımın sayı döş fəqərələrimin sayından 2 dəfə çoxdur. Çünki bir dənə döş fəqərəsində 2 döş deməli qabırğası birləşir də, yəni. Deməli mənim 24 ədəd qabırğam var, çünki mənim 12 döş fəqərəm var və döş fəqərələrinə gəlib qabırğalar 100% birləşir arxadan. Yəni bu şəkildə olmuş olacaq. İndi yəni hər bir döş qabırğam bəli, hər bir döş qabırğam gəlib arxadan birləşir. Zaten göstərəcəm. Deməli mənim döş qəfəsimdə oldu 12 fəqərə, arxadan göstərim ən yaxşısı. Oldu 12 dənə fəqərə, oldu 24 qabırğa. Bir dənə də burada nəsə var elə bir. Bu nədir? Bu olacaq döş sümüyü. Bu nəsə dediyimiz döş sümüyüdür. Yəni belə yadda saxlayın, aydın olsun sizə. İndi birləşmələrinə baxaq. Ümumiyyətlə bizim döş qəfəsimizdə, yəni bu qabırğaların belə deyək də, birləşmələri müxtəlif cürdür. Yəni necə müxtəlif cürdür? Yəni bizim burada sayanda, gəlin bir-bir sayaq. Bu 1,
Bu da yanındakı. Zaten cüt olur da. 1, 2, 3, 4. Sonra 5. Bu da olsun 6. Daha sonra 7. Daha sonra 8. Daha sonra 9. Bu da 10. 11. Daha sonra 12. Sonra 13. 14. 15 buradadır. 16 bu aşağıdadır. 17, 18, 19, 20, 21 aşağıda, 22, bu aşağıdakı da 23 və 24. Mən bunu niyə belə saydım sizə sübut eləmək üçün, yəni. Amma məsələn üçün əlinizi qoyasınız bu hissəyə, düzdür? Bu nədir? Bu yəni bir cüt qabırğadır. Yəni mən bura basanda əlimi bu hissəyə qoyanda deyə bilmərəm ki, burada elə bir ki, bu birincidir, mənim bu birinci qabırğamdır, bu isə mənim ikinci qabırğamdır. Xeyr, qətiyyən yox. Mən sadəcə saydım ha. O sayma idi, yəni mən dediyim. Əlimi bura basdım. Deyirəm ki, bu mənim birinci qabırğamdır da, düzdür? Sonra mən bura basıram. Mən sizə deyə bilərəm ki, bu ikinci mənim qabırğamdır. Xeyr, qətiyyən. Deyəcəm ki, bu mənim bir cüt qabırğamın növbətçisidir. Yəni bu göstərilən bu hissə var ya, baxın, indi mən hətta qələmlə göstərim. Baxın, qələmlə göstərsəm, baxın bu hissə, baxın bu hissə. Bu ortadakı döş sümüdür bu hissə. Bunu hələ qatmayaq. Bu 1, bu da 2. Bunlar mənim bir cüt döş qabırğamdır. İkinciyə gəlsəm, ikinci cüt. Cüt deyəndə 2 nəzərdə tutulur da, yəni 2 ədəd nəzərdə tutulur. Aşağıdan 3 cüt. Buradan 4 cüt, buradan 5 cüt. Yəni bu şəkildə. Yəni bu şəkildə deyirik. Qəbul edin bircə dəqiqə. Kimsə nəsə istek göndərdi. Aha, bu hissə bizə aydın oldu. Və mən nə deyəcəm? Mənim burada nəyi yadda saxlayırıq? Həqiqi qabırğalarım var, yalançı qabırğalarım var, sərbəst qabırğalarım var. Yaxşı, bunlar nə anlayışlardır belə? Həqiqi, yalançı, sərbəst. Həqiqi odur ki, gəlsin, birləşsin birbaşa olaraq mənim bu döş sümüyümə. Bu ortada göstərdiyim döş sümüyüdür. Gəlsin mənim döş sümüyüm birləşsin, mən deyim ki, sən həqiqisən. Yəni bu birləşməlidir bura. Baxın, bir cüt, 2 cüt, hətta qələmdən eləyək, daha aydın olsun. 1 cüt, 2 cüt, 3 cüt, 4 cüt, 5 cüt, 6 cüt, bu da 7 cüt. 7 cüt nə deməkdir? 14 ədəd. 14 ədəd mənim qabırğam gəlib nə etməlidir? Birbaşa olaraq mənim döş sümüyüm birləşməlidir ki, ona deyim ki, sən həqiqisən. Burada da həqiqətən də 7 cüt, yəni 14 ədəd qabırğam gəlib nə edib? Birbaşa olaraq birləşib də, düzdürmü? Baxın, indi bir şeyə fikir verək. Mən nə etdim? Bunu da daxil elədim, bu hissəni də daxil elədim, düzdür? Burada daxil olmaqla oldu neçə? 14 ədəd, düzdür? Baxın, bu hissə var. Bir dənə bura fikir verin, qələmi indi siləcəm, o itəcək. İndi mən sizə göstərəcəm onu. Baxın, bu hissəni bayaq deyirdim. Bu gəlib sizcə birbaşa döş sümüyünə birləşirmi? Xeyr. Birbaşa birləşmir də. Gedib yuxarıdakına birləşir, sonra gəlib bura birləşir. Onda bu yalan, yəni bu həqiqi ola bilməz, axı bu yalançıdır, yəni bizi aldadır sanki. Belə şey olar. Yəni bu birbaşa gəlib birləşmir, bizi aldadır. Yəni ona görə də biz deyirik ki, bizim bu yəni qeyd elədiyimiz bu aşağıdan bu 1, 2, 3 11, 10 və 9-cu cüt təqərələrimiz gedir, yalançı olaraq gəlir döş sümüyünə birləşmir. Yalançı olaraq bizim başımızı aldatmaq istəyir. Döş sümüyünə birləşmir. Mən ona görə deyirəm ki, sən yalançısan, sən həqiqi deyilsən. Ona görə də mən deyirəm ki, bu deməli qeyd elədik, üzrü sayın. 1 cüt, 2 cüt, 3 cüt, 4 cüt, 5 cüt, 6, 7, 8. 8-ci, 9-cu və 10-cu cüt qabırğalarım gəlib yalançı olaraq mənim döş sümüyümə birləşəcək. Birləşməyəcək, yəni birləşməyəcək. Ona görə də yalançı sayılacaq. Deməli, neçə dənə ümumi olaraq? 1, 2, 3, 4, 5, 6. Deməli, bir daha təkrar edirəm. Mən qeyd elədim ki, mənim 7 cüt qabırğam
Gəlib döş sümüyünə birbaşa birləşir. Yəni bu hissə də daxil olmaqla adlanır 7 cüt. Və bu hissədə mənim saydıqlarım elə bir 7-ci cütdür də artıq. Artıq 7-ci cütdür. Bayaqlarda bu yuxarıdan qeyd elədik, saydıq bir-bir gəldik. Bu 7-ci cütdür. Bu ən sonuncu. 7-ci cütdə gəldi mənim döş sümüyüm birləşdi. Ona görə həqiqidir. Amma baxıram bu 8-ci cütə, baxın buna. Bu 8-ci cüt sizcə gəlib birbaşa olaraq döş sümüyünə birləşir? Xeyr. Onda yalancıdır bu, bizi aldadır. Neynir bəs? Gedir yuxarıdakı 7-ci cütə birləşir. Sonra bu 7-ci cüt gedib döş sümüyünə birləşir. Birbaşa birləşmədi ki. Bəs yaxşı, bu 8-ci cütdür. Daha doğrusu bu aşağıdakı 9-cu cütdür. 9-cu cüt neynir? Gedir 8-ci cütə birləşir. 8-ci cüt gedib 7-ci cütə birləşir. Hələ o gedib döş sümüyünə birləşir. Yəni bizə aldadır da bu əməlli başlı. Aşağıdakı isə bizim 9-cu cütümüzdür. 9-cu cüt ümumiyyətlə gedir 8-ə birləşir. 8 gedir daha doğrusu 9 gedir bəli 8-ə birləşir. 8 də gedib 7-yə birləşir. Bu gedib yuxarıdan buna birləşir yəni. Yəni bizə əməlli başlı aldadır. Amma bizim bu yəni bu bayaqlar dediyim bu aşağıdakı 10-cu cütdür. 10-cu cüt gedib bəli bu buradakı saydığım elə bu 10-cu cütdür. Yəni çünki bu 7-ci cüt idi. Bu 7-ci cüt idi. Bu aşağıdakı 8-dir. Üstündən də qeyd edirəm 8. Bu 9, bu da 10. İndi buranı bir də deyəcəm. 8-ci cüt gedib 7-yə birləşir. O gedib döş sümüyünə birləşir. Sonra 9-cu cüt gedib 8-ə birləşir. 8 gedib 7-yə birləşir. Ondan sonra 7 də gedib döşə birləşir. 10-cu cüt gedib 9-a birləşir. 9-cu cüt gedib 8-ə birləşir. 8-ci cüt gedib 7-yə birləşir. 7-ci cüt də gedib döş sümüyünə birləşir. 10 cüt, yəni bizim burada başımızı aldatmaq istəyir ki, mən gedib birləşirəm döş sümüyünə. Xeyr. Nə 8, nə 9, nə də 10. Heç biri döş sümüyünə birləşmir. Amma cütlər ha. Yəni mən burada 8, 9, 10 3 dənə fəqərədir də. Amma 3 dənə deyil axı, baxın burdan da. Bu 7-ci cüt fəqərəmdir mənim. Bu mənim 8-ci cüt fəqərəmdir. Bu mənim 9-cu cüt fəqərəmdir. Bu da mənim 10-cu cüt fəqərəmdir. 10-cu. Yəni burada 8, 9, 10 sağ tərəfdən 1, sol tərəfdən 1, ümumi 6 dənə sümüyüm gedib öndən döş sümüyünə birləşmir. Bizim başımız aldadır deyə gedib o birlərinə birləşir, belə yuxarıdakına birləşir, yuxarıdakına birləşir. Ondan sonra o gedib döş sümüyünə birləşir. Yəni özünü həqiqi adlandırmaq istəyir, amma həqiqi deyil, yalancıdır, bizi aldadır deyə yalancı sümüklər adlanacaq. 3 cüt, yəni 6 ədəd, 8, 9, 10-cu cütlər. Daha sonra isə keçirik aşağıdan. Yəni burada bizim 2 cüt sümüklərimiz var. Görürük ki, ümumiyyətlə bunlar gedib heç bir fəqərəyə birləşmir. Daha doğrusu heç bir qabırğaya birləşmir. Fəqərə ayrı bir şeydir. Fəqərə onurğadakı olandır. Amma qabırğalar buradakı bu göstərdiklərimiz. Yəni bu qabırğadır. Bu qabırğa, bir də bu qabırğa görürəm ki, öndən gəlib buna birləşmir ki, yəni heç bir şey birləşmir. Arxadan gedib birləşir. Arxadan birləşəcək. Yəni bu mənim 11-ci cüt qabırğalarım gedib 11-ci döş fəqərəsinə. 12-ci cüt qabırğalarım, baxın 12 də bu da 12-ci cütdür. Yəni 12-ci cütlərə aiddir bu aşağıdakı. Gedib 12-ci mənim nəyimə birləşəcək? Döş deməli döş fəqərəmə birləşmiş olacaq. Yəni bunlar sərbəstdir. Sərbəst olaraq gedib özü arxadan birləşir. Öndən heç nəyə birləşmir. Və deməli mənim bir də təkrar edirik. Mənim döş şöbəm, yəni daha doğrusu döş qəfəsim nədən təşkil oldu? Mənim 12 dənə qabırğamdan təşkil oldu. Arxadan göstərdim. Daha doğrusu 12 cüt qabırğamdan təşkil olunub. 12 fəqərəm var. Bu arxadan 12 dənə döş şöbəsindəki olan fəqərələr. Bir fəqərəyə 2 dənə nə birləşirdi? Buradan hətta göstərək. Bir fəqərəyə gəlib 2 dənə qabırğa birləşirsə, hər bir qabırğalar gedib arxadan deməli mənim döş fəqərələrimə birləşirsə, demək ki 12 dənə döş fəqərəmə 24 qabırğa birləşəcək. Mənim 12 dənə döş qəfəsimdə döş fəqərəm var, 12 fəqərəm var. Onurğadadsa fəqərədir. Və bundan 2 dəfə çox, çünki bir fəqərəmə 2 qabırğa birləşirdi. Bundan 2 dəfə çox, yəni 24 ədəd nəyim olmuş olacaq? Döş qabırğalarım olmuş olacaq. Bir dənə də ortada belə bir şey var idi deyirsiniz. O da nəymiş? Döş sümüyümüş. Yəni döş sümüyü
bir döş sümüyü, bir ədəd döş sümüyü, 24 döş qabırğanız və 12 döş fəqərəniz nəyi yaradır? Deməli, sizin döş qəfəsinizi yaratmış olacaq. Və bir də kimsə yenə dəvət atdı, qəbul edək. Bir dəqiqə. Aha, deməli, sizin həmin bu deməli qabırğalardan bir daha danışanda qeyd elədik ki, sizin 7 cüt qabırğanız, yəni sayıram. Baxın 1 cüt, baxın 2 cüt, baxın 3 cüt, 4 cüt, 5 cüt, 6 cüt, 7 cüt qabırğanız gəldi birbaşa bu döş sümüyünə birləşdi. Bizi aldatmır. Həqiqi olaraq göstərir, sübut eləyir ki, mən birləşmişəm. 7 cüt, yəni neçə ədəd? 14 ədəd qabırğanız həqiqidir. Nəyə görə? Gəlir birbaşa öz xoşluğundan, razılığından döş sümüyünə birləşir. Amma bu 8, 9, 10. Baxın, başınızı necə aldatmaq istəyir. Bu 8-ci gəlir birləşir 7-yə, 7-ci gəlir birləşir döş sümüyünə. 800-ü birbaşa birləşmədi ki, xeyr. Sonra bu 9-cu gəlir, qələmi götürməmişəm, bir dəqiqə. 9-cu gəlir birləşir 8-ə, 8 gedir birləşir 7-yə, 7 gedir birləşir döş sümüyünə. Yəni özü birbaşa birləşmədi, başımızı aldadır. Sonra 10-cu gedir 9-a birləşir, 9 hələ gedir 8-ə birləşir, 8 hələ gedir 7-yə birləşir, 7 də gedib öz xoşluğundan döş sümüyünə birləşir. 10-cu gedib birbaşa bura birləşmir və ya 9 gedib bura birləşmir və ya 8 gedib bura birləşmir. Ona görə yalancıdırlar, bizim başımızı aldatmağa çalışırlar. 8, 9, 10, belə yadda saxlayın. Sonra 11 və 12, görək bunlar nə edir? 11 və 12, 11-ci cütlər. Yəni baxın bunlar. Mən sizə qələmlə göstərim. 11-ci cütlər. Bu yaxşı düşməyəcək. 11-ci cütlər. Yəni bu, bir də ki bu. Gəlir 11-ci sizin burada onurğa sütunundakı olan fəqərəyə birləşir. Yəni 2 dənə burdan. Bir də 12-ci cütlər. Gəlir sizin 12-ci döş fəqərənizə birləşir. Ümumi olaraq 4 ədəd sübünüzü sərbəstsiz. Sərbəst gedir öz arxadan sizin fəqərənizə birləşir. Zaten fikir verdinizsə bu hissəyə, bütün qabırğalarınız arxadan gəlib sizin deməli, arxadan fəqərlərinizə birləşmiş olacaq. Yəni, biraz önə doğru verək. Bunu da bir dənə göstərək sizə və bitir. Deməli, bu sizin oldu birinci cüt, düzdür. Birinci cüt gəldi birləşdi. İkinci cüt gəldi birləşdi. Sonra üçüncü cüt gəldi birləşdi. Dördüncü cüt gəldi birləşdi. Beşinci cüt gəldi birləşdi. Altıncı cüt gəldi birləşdi. Yeddinci cüt birləşdi. 8-ci cüt birləşdi. 9 da birləşdi. Hələ bir 10 da birləşdi. Daha sonra 10 da birləşdi. Daha sonra 11 də birləşdi. Və 12 də birləşdi. Vəssalam. Hər biri gəlib birləşir. Yəni, öndən sadəcə fərqlilik vardı. Onda 3 hissəyə böldük. Həqiqi, sərbəst və yalancı. Yəni, bu qədər. Bir də bunda deyim, bitirək. Bir də nə idi mənim demək istədiyim? Döş qəfəsi neçə sümüklə birləşir? Baxın, bu da önəmli bir şeydir. Mən döş qəfəsi deyəndə nəyi nəzərdə tutdum? 1-12 döş fəqərəsini nəzərdə tutdum. 24 qabırğamı nəzərdə tutdum. Bir də döş sümüyü. Bu oradakı döş sümüyü. Yəni, bütöv bu şöbə, mən sizə, arxadan bunu çəkim göstərim, nə demək istəyirəm. Burada bir də mənə lazım olan hissəni verməyib. Ona görə bu şəkil əlverişsizdir. Sizə daha yaxşı şəkil göstərim. Lazım olan hissə yoxdur orada. Buyur Zəhra. Yəni, məndə bir dənə proqram var belə anatomiya kimi, amma pulunu mən özüm pulsuz kimi eləmişəm. Yəni, istəsəz sizə onu ata bilərəm, orada daha rahatdır. Aha, istəsən göndərərsən. Bu arada müəllimə deyirəm, yəni mən. İstəsən göndərərsən, uşaqlar elə göstərmişdi o proqramı mənə. Deyəsən bilirəm hansıdır. Anatomiya 3D belə bir şey olmalıdır.
3D anatomi. Hə, bildim hansıdır. Ondan elə keçmişdi. Sadəcə bu proqramı inşallah ki, yəni hər biriniz qəbul olun. Tibb Universitetində bu proqramdan istifadə edəcəksiniz deyə və sizə orada bu proqram normalda ödənişlidir. Kompüterdən ödəniş saçmaq olur və burada elə bil ki, latın dilində, nə bilim, ingilis dilində adları falan verirlər, amma anatomiya 3D-də desən yoxdur. Və məsələn burada qan damar var, sinir var, limfa var, nə bilim dayaq hərəkət var, əzələlər var. Hər biri var deyə burdan istifadə edirlər. Mən də burdan göstərmək istədim. Çox sağ olun. Xoşdur. Aha, buradan əzələləri bir dənə çıxardaq, bizə mane olmasınlar. Çünki belə sərbəst şəkil yoxdur deyəsən. Görək tapa biləcəyik sərbəst şəkil. Olmalıdır amma burada. Aha. Əzələlərimizi bir dənə çıxardaq buradan. Kəsə bilsək, deyəsən kəsəmirik. Bir dəqiqə. Körpücük sümüklərini niyə belə verməyiblər? Qəribə şəkildə. Ay. Körpücük burada verib. Tam baxın. Burada da verməyib. Burada yenə bu gəlsə isə yaxşı, onda əzələləri çıxardaq, başqa yolumuz yoxdur. Heç öndən verməyib ki bunu. İnşallah ki, bir gün ayırıb sizə ətraflarda deyəcəm. Onunla da inşallah ki, ağlınızda bir sual qalmaz. Çalışacağım ki, bu dərsin zapisini də qrupa da atım. Lazım olanda istifadə edə bilərsiniz bir daha. Çox da ayırmayaq. Bir dənə bunları çıxardaq buradan. Aha. Arxanı göstərmək üçün arxa düşür. Ayda, niye böyle oldu? Gitti bu. Bitti değil mi? Tamam, ben bildiğimizi göstereceğim. Deməli, bizim döş şöbəmiz bayaqlar dedik hansıdır? Yəni bizim 12 fəqərəmiz, arxadan fəqərələr, 12 dənə döş fəqərəsi buradan başlayırdı, gəldi bura qədər davam elədi. 12 dənə döş fəqərəmiz, daha sonra bizim 24 qabırğamız, bir də döş sümüyümüz, düzdür? Bunlar nə edir? Bunlar gedir yuxarıdan, bu ümumi olaraq hamısı da, yəni bütöv olaraq mən sizə bunu sizlə göstərmək istirdim. Yəni bu hissə hamısı bütöv şəkildə, yəni buradan bura qədər hamısı bütöv şəkildə gedir. Nə edir? Yuxarıdakı olan 7-ci boyundan birləşəcək, 7-ci boyundan və aşağıdakı
deməli birinci aşağıdakı birinci boyunla birləşir. Döş üzrünü sayın. Aşağıdakı birinci bellə birləşir. Birinci bellə birləşir. Yuxarıdan 7-ci boyunla birləşir. Yəni şöbələri bir-bir ağlınıza gətirin. Yuxarıdan boyun, aşağıda ortadan döş, sonra düşürsən bel. Yəni sıra-sıra getməlisiniz də. Yuxarıdan bu ümumi döş şöbəsi hamısı bir yerdə. Bütöv hissə bir yerdə. Gedir yuxarıdan 7-ci boyundan birləşir. Aşağıdan 1-ci bel fəqərəsi ilə birləşir. Bir də mən sizə onu göstərim. Bütöv şəkil axtardım ki, sizə daha belə bir yerdə göstərim. Amma bütöv verməyiblər, yəni çox qəribə şəkildə. Onu da ayrı hissədən göstərəcəm indi. Deyəsən burada verib. Yox, vermir. Bir dəqiqə. Bir də gedib nə ilə birləşir? Gedir, bu 2 dənə körpücüklə birləşir. Bayaqdan göstərmək istədiyim. Aha. Baxın, bu körpücüklərlə. Bax, buradan bir körpücük, buradan ikinci bir körpücük. Bu sizə bu tərəfdən verilən var. Baxın, bu hissə. Bunu qarışdırmayın. Bu sizin elə bir ki, birinci bir cüt qabırğanızdır. Birinci deyəndə ki, bu 2 dənə sizin bir cüt qabırğanızdır. Amma sizin, baxın, fikir verin bu qələmə. Buradan göstərdiyim isə bu sizin körpücük sümüklərinizdir. Buradan göstərdiyim sizin körpücük sümüklərinizdir. Və bu körpücük sümükləri gəlir döş sümüyü ilə birləşir. Döş. Və sizin döş sümüyünüzdə nə idi? Sizin bu döş qəfəsinizə aid olan sümükdür. Yəni sizin döş qəfəsiniz körpücük sümüyünün sayəsində, daha doğrusu döş qəfəsiniz döş sümüyünün sayəsində 2 körpücüyə birləşir. Daha sonra gəlir arxadan sizin bu döş qəfəsiniz 12 dənə belə deyim, döş fəqərəsi sayəsində 24 qabırğaya birləşir. Bir də ki, yuxarıdakı üzürlü sayın. Bu zaten sizin belə deyim də 12 dənə döş fəqərənizin 24 dənə qabırğa ilə birləşməsi, qabırğalar nədir? Belə deyim, sizin döş qəfəsinizə aid olan sümükdür. Yəni döş qəfəsinizdəki sümük, döş qəfəsinin sümüyü ilə birləşməsi, yəni bu onun belə deyim də, fərqli bir birləşməsi deyil də. Amma sizin döş qəfəsiniz deyilən nəyə nəzərə tutduq? Döş sümüyünü, 12 dənə döş fəqərəsini, 24 qabırğanı. Və bunlar hamısı bir yerdə getdi yuxarıdan 7-ci boyundan, aşağıdan 1-ci bel fəqərəsi ilə və 2 dənə də körpücük. Yəni bu bayaqdan göstərdiyim bu 2 dənə körpücük sümüklərini çox qaraladım elə bir ki, bu 2 dənə körpücük sümüyünüz, baxın bu hissə gəldi, birləşdi buna. Hansı ki, döş şöbənizə aid olan döş qəfəsinizə aid olan bir şeydir. Döş şöbəsi onun rastundadır. Bu da ikinci bir sizin körpücünüzdür. Gəldi, birləşdi sizin həmin bu deməli döş sümüyünüzə. Yəni ümumi 4 dənə sümükdən 2 körpücük, yuxarıdan 7-ci boyun, aşağıdan 1 bel. Bu da sizin döş qəfəsi, kəllə ümumiyyətlə şöbəsi. Eyni zamanda bir də biz nədən danışdıq? Onurğa sütunundan, gövdədən danışdıq. Bir dənə bunu deyim, gövdə gedib nə ilə birləşir? Onu səndən soruşsa, bir dənə gövdəni də deyə bitiririk. Gövdə gedib nə ilə birləşir? Soruşsa, əgər gedib soruşsa, göstərək. Gövdə deyəndə biz nəyi nəzərə tutduq? Döş elə bir qəfəsini nəzərə tutduq. Döş qəfəsi 12 dənə döş fəqərəsi, 24 qabırğa, bir döş sümüyü idi də. Bir də onurğa sütunu. Yəni hamısı bir yerdə. Bunlar gedib nə ilə birləşir deyə sual soruşa bilər. Gedib birləşir. Yuxarıdan ənsə ilə. Burada elə bir ki, bir dənə ənsə var. Mən şəkildə göstərərəm yenə. Bayaq, amma neçə dəfə göstərmişəm. Burada bir dənə ənsə sümüyü var. Ənsə sümüyünə. Sonra gedib 1 və 2-ci bu oma sümükləri gedib çanaqla birləşirdi. 2 çanaq buradan, bir ənsə yuxarıdan, bir də
bir də sizin bu döş sümüyünüz gedib mən yuxarı göstərdim. 2 dənə körpücü ilə birləşirdi. O körpücük sizin gövdənizə aid olan hissə deyil də, yəni çünki biz dedik gövdə nədən ibarətdir? Döş qəfəsindən. Döş qəfəsi nədən ibarət oldu? Bir döş sümüyü, 12 qabırğa, bir də 24 qabırğa, bir də 12 döş fəqərəsi. Yəni bu sizin döş qəfəsinizdir. Orada körpücük yoxdur. Gövdəni də deyəndə, daha doğrusu onurğanı da deyəndə onurğa sütununun şöbələridir. Onurğa sütununun şöbələrində körpücük sümüyü yoxdur. Yəni bir sözlə sizin həmin bu gövdəniz yuxarıdan ənsə ilə birləşdi. Aşağıdan 2 dənə çanaqla birləşdi. Yandan da buradan gəlib, yəni buradan deyil də təbii ki də, yəni öndən gəlib 2 dənə elə bir körpücük sümüyü belə birləşmə əmələ gətirir. Ümumi olaraq 5 dənə. 5 dənə olmuş olacaq. Yəni bu qədər. Nəsə soruşmaq istədiyiniz varmı? Çünki dərsimiz yəni yekunlaşdı. Bu qədər idi verəcəyim məlumatlar. Nəsə maraqlı olan və ya soruşmaq istədiyiniz, qaranlıq qalan